Salam dəyərli şagirdlər və müəllimlər. Bugün kvadrat köklərdən ikinci başlığı, n-ci dərəcədən kök, həqiqi üslü qüvvət və onun xassələri, ədədlərin müqayisəsi bölməsini öyrənəcəyik. Birinci sualla başlayırıq. Birinci sualda deyir ki, hansı ədəd böyükdür? Fikir verin uşaqlar, ədədlərin hər birinin qüvvətləri eynidir. Əgər qüvvətlər eynidirsə, qüvvətdə 5də 1 dayanıb hamısında, əsası böyük olan böyük olacaq, əsası kiçik olan kiçik. Bizdən böyük qüvvət, böyük cavabı soruşur. Ona görə əsası böyük olanı götürürük. Əsası böyük olan 9-dur. 6, 5, 9, 7, 8 ədədlərinin ən böyüyü 9-dur. Ona görə 9 üstü 5də 1 ən böyük cavab olacaq. İkinci suala baxırıq. 3-ün üstündə kökdə 3. Üzərində bir dənə də kökdə 3 var. Kökün qüvvətin xassələrinə görə bu kökdə 3-ü kökdə 3-ə vurmalısınız. Kökdə 3-ü kökdə 3-ə vuranda kökdə 9, oradan çıxır 3. 3-ün kubu qalır. 3-ün kubu 3 dənə 3-ü özünə vurmaq deməkdir. Götürüb cavab edir 27 A variantı. Üçüncü suala baxırıq. Bunları kəsr qüvvətlə yazmağı öyrənməliyik. Kəsr qüvvətlə yazanda işimiz rahat olacaq uşaqlar. Baxın, məsələn, hansısa bir m-ci dərəcədən a üstü n ədədi verilibsə, bunu kəsr üstü qüvvətlə yazanda qüvvət sürətdə yazılar, m məxrəcdə yazılar. Və yaxud da hansısa bir ədəd 2 dənə kökün altında verilibdirsə və yaxud 3 dənə, o zaman bunların köklərin dərəcələri vururlar, bir dənə kökün altında göstərilər ədəd. Bu xassələrdən istifadə edərək 3-cü sualı yazacağıq. 3-cü sualda içərini birinci sadələşdirək. 9-u mən 3-ün kvadratı kimi düşünsəm, baxın 9 3-ün kvadratıdır, düzdürmü? Onda mən onu kəsr qüvvət kimi yazanda 2-ni qüvvətdə yazmalıyam, daha doğrusu sürətdə yazmalıyam, kökün dərəcəsi 3-ü məxrəcdə. 3-cü dərəcədən 9, 9 3-ün kvadratı kimi düşündüm. Burada göstərdiyim xassəyə əsasən 3 üstü 2 bölü 3 yazdım. Sonra ikinci 3'ə baxıram. İkinci 3 budur. 2 dənə kökün altındadır. Köklərin dərəcəsində heç nə yazmayıbsa biri 2'dir. 2'ni 3'ə vuraraq 6 olacaq kökün dərəcəsi. O 6 məxrəcə gedir. Bir də 3'ün qüvvətində heç nə yoxsa 1. Bunları yazırıq və üstündə ümumi mötərizədədir. Üstündə 3. Qüvvətində 3 ümumidədir. İndi aşağıdakı 3'ə baxırıq. Birinci 3, məxrəcdəki birinci 3, elə kökün altındadır. 3 üstü 2də 1 yazılacaq. İkinci 3'ə baxsanız, ikinci 3, 2 dənə kökün altındadır. Kökün dərəcəsi biri 2'dir, biri 3. Vururlar o dərəcələr 6'da 1 yazılar. Çünki 3'ün qüvvətində 1 var. Bu 6'da 1'lər ixtisar edər uşaqlar. 3 üstü 3'də 2'ni 3 üstü 2'də 1'ə böləndə qüvvətlər çıxılar. Çünki bölmə var. Üzərindəki 3'ü də yazıram olduğu kimi. O eləyəcək 3 üstü 6'da. Deməli, birinci tərəfi 2'yə vurursunuz. İkinci tərəfi 3'ə. 4'dən 3 çıxanda 1. Üstündə də kub varsa uşaqlar bu vurulub yazılar. 6'da 1 vurulsun 3. Yəni 3 üstü 2'də 1. 3 üstü 2'də 1'də ikinci dərəcədən kök altında 3 deməkdir. Elə bilin ki 2 buradadır, 1 buradadır, amma onların heç biri yazılmaz. D variantı. Dördüncü sualla davam edirik. 2'ni olduğu kimi yazırıq. 6-cı dərəcədən. Baxın, gəlin bunları birinci qüvvət kimi yazın. Birdən çətin başa düşərsiniz uşaqlar. 4'ün yerini 2'nin kvadratı yazdım. Aşağıya keçirəm. 4-cü dərəcədən 8'in yerini 2'nin kubu, sonra 3-cü dərəcədən oradakı 4'ün yerini 2'nin kvadratı yazıram. Baxaq. Birinci 2 olduğu kimi 2 üstü 1 deməkdir. İndi buna baxırsınız bu 2'yə. 2 üstü yazmalıyıq 2 bölünsün 6. O birisi 3-cü 2'yə baxırıq. 2 dənə kökün altında. Kökün dərəcəsində birində heç nə yoxsa o 2 deməkdir. 2'ni 6'ya vururuq. Köklərin dərəcələri vururlar. 2 dənə kökün altında olduğu üçün. 12. 2'nin də qüvvətində heç nə yoxsa o 1 deməkdir. Sürətdə yazılar. Keçdik məxrəcə. Birinci 2 ancaq bu kökün altındadır. Onda 4 məxrəcə gedir. Qüvvət sürətə. İkinci 2'yə baxsaq isə qüvvət 2'də 2'ni sürətdə yazın. Bu 2 dənə kökün altındadır. Bir bu kökün, bir bu kökün dərəcəsi təsir edəcək. 12 yazacaqsınız. Bərabərdir.
İndi yuxarı hamısı vurmadır. Ona görə üstlər toplanılacaq. 1 üstəgəl 6-da 2, üstəgəl 12-də 1. Məxrəcə baxırsınız, yenə də arada vurma var. Qüvvətlər toplanıla bilər. 12-də 2. Yuxarıya baxırıq 2 üstü 12-də. Bu məxrəcinə 1 atsam. 12-yə gərək vuram. Bunu gərək 2-yə vuram. Bunu da 1-ə. 12 üstəgəl 24, üstəgəl 1. Keçirəm aşağıya. 2 üstü ortaq məxrəc 12-dir. Deməli, bunu 3-ə vurmalısınız. 9 üstəgəl 2. Keçirəm yuxarı. 2 üstü 12-də. Biraz böyük ədəd elədi. 24 yazmışam ora. Yoxsa 4 yazmışam. 2-ni 2-yə vuranda 4. 24-ni yazmışam ora. Baxın, 12, 4, 1. Deməli, o eləyir 12-də 17. Bölünsünü nöqtəli bölməklə yazıram, az yer tutsun. 12-də 11. Böləndə üstlər çıxılar uşaqlar. 12-də 17-dən 12-də 1 çıxanda 12-də 6. İxtisar edəndə qalır 2-də 1. 2 üstü 2-də 1. 2 üstü 2-də 1 də kök altında 2 deməkdir. Yəni, əslində ikinci dərəcədən 1, amma 2 ilə 1 yazmazlar. Cavab C variantı olacaq. Keçirik 5-ci suala. İndi 5-ci sualda 1-ci A-ya baxın. 1-ci A eləcə kök altında A-dır. Yəni qüvvətində heç nə yoxdursa 1 deməkdir. Sürətə yazılır. Kökün dərəcəsində heç nə yoxdursa o 2 deməkdir məxrəcə. 2-ci A-ya baxsanız, yəni qüvvətində heç nə yoxdur. 1 deməkdir. Sürətə yazılır. Amma 2 dənə kökün altındadır. 3 və 2, 6. Vurulsun və 3-cüyə baxırıq. A üstü 1 qüvvətdədir. Sürətə yazılır. 6 aşağıda. Əsaslar eynidir. Hamısı əsası 6 A-dır. Qüvvətləri toplayacaqsınız belə olanda. Çünki arada vurma var. Və hamısını gətirəcəyik 6 məxrəcinə. Onda bunu gərək 3-ə vuraq. A üstü eləyəcək 6-da. 3 üstəgəl 1, üstəgəl 1. Yəni A üstü 6-da 5. O da olur C variantı. Eyni qayda ilə keçirik 6-cı suala. 6-cı sualda 1-ci A-ya baxsanız, A-nın qüvvətində 1, kökün dərəcəsində 2 olacaq. A üstü 1/2. Vur, 2-ci A-ya baxsanız, A-nın qüvvətində 1, o 1 sürətdə yazılacaq. 2 dənə kökün altındadır A. Bax, bu 4 və 2-ci dərəcədən kökün altında. Ona görə 4 ilə 2-ni vurub 8-də 1. Vurulsun və axırıncı A-ya baxsan, demək, qüvvətində heç nə yoxdursa 1 deməkdir. 1/8. Vuranda üstlər toplanırlar. 2-də 1, üstəgəl 8-də 1, üstəgəl 8-də 1. Və A üstü 8 ortaq məxrəcdir. Deməli, bunu vurmalısınız 4-ə. Olacaq 4 üstəgəl 1, üstəgəl 1. Olur A üstü 8-də 6. İxtisar edəndə A üstü 4-də 3. Bu da olur B variantı. Keçirik 7-yə. 3-cü dərəcədən köklə qüvvət gedər. Tək dərəcə olduğu üçün ifadə qalar olduğu kimi. Amma burada 2-ci dərəcələr gedəndə cüt dərəcə olduğu kimi ifadə modulda. Vur. Kök altında 3 üstü uşaqlar, bunlar toplanırlar. 4-də 1, üstəgəl -4-də 9 yazmalıyam. Onu çıx 4-də 9 yaza bilərik. Üstəgəl mənfi çıxıverir axı bizə. -5, modulda -8, müsbət 8 deməkdir. Kök altında 3 üstü 4-də 1-dən 4-də 9 çıxanda nə qalacaq? 4-də 8 özdə mənfi. Deməli, birinci mötərizənin içərisi 3. Kökün altında 3 üstü -4-də 8, 2 deməkdir də mənfi. Uşaqlar, 3 üstü -2, o demək ki 3-ü kvadrata yüksət 9, mənfi qüvvət olduğuna görə tərsinə yaz. Mənfi qüvvət ədədi tərs çevirər. 9-da 1-dən də kök 3-də 1 çıxdığı üçün yekun cavabımız qalar 1, B variantı. Və 8-ci suala baxırıq. Deməli, kvadratla kök gedir, ifadə qalır modulda -5. Kublar gedir, ifadə qalır olduğu kimi, yəni -3. Vur olsun, kök altında 2 üstü.
Vuranda üslər toplanılır. Yəni 3-də 1, üstə gəl mənfi 3-də 7, ona çıxılsın 3-də 7 yaza bilərik. Modulda mənfi 5 elə 5 deməkdir. Bu da üstə gəl mənfi 3 çıxılsın 3'ü verəcək. 2 üstü mənfi 3'də 6. 5'dən 3 çıxın 2. Bu da eləyir kök altında 2 üstü mənfi 2. 2 üstü mənfi 2 o deməkdir ki, 2'ni kvadrata yüksət 4, 4'ü tərs çevir, mənfi qüvvət onu tərsin yazır. 4'də 1'dən də kök 2'də 1 çıxır və ixtisar gedir, cavab qalır 1. D variantı. Keçik 9-cu suala. 9'da deyir ki, 6 üstü 2'də 1, 6 üstü 2'də 1. Vurulsun 4 üstü uşaqlar. Bunlar ikisi 4-cü əsasından olduğu üçün bunların ikisində qüvvətləri toplaya bilərsiniz. 4'də 3 ilə mənfi 4'də 1'i toplamaq 4'də 3 çıx 4'də 1 deməkdir. 6 üstü 2'də 1 vurulsun 4 üstü 4'də 3'dən 4'də 1 çıxanda qalır 4'də 2. 6 üstü 2'də 1 vurulsun 4'də 2 də ixtisar eləyəndə 4 üstü 2'də 1 qalır. Düzdürmü? Uşaqlar 6 üstü 2'də 1 kök altında 6 deməkdir. Yəni ikinci dərəcədən 6 üstü 1 deməkdir. O 2'ni də yazmazlar, 1'i də yazmazlar. O birisi də kök altında 4 deməkdir. İkinci dərəcədən 4 üstü 1, 2'ni də yazmırlar, 1'i də. Kökdə 4'dən 2 çıxır, gəlir qabağa. Kökdə 6'dan heç çıxmır deyə nə olduğu kimi qalır? Cavab C. Bu yeni sualdır. Keçik 10-cusuna. İndi birinci 3'ə baxsanız, onu 3 üstü, 3'ün qüvvətində 1 dayanıb, 3 üstü 3'də 1 yazacağıq. 9 3'ün kvadratıdır, üstündə 12'də 7. Böl. Y üstü 0. İstənilən ədədin üstü 0 cavabı 1 verir uşaqlar. Aşağıdakı 3'ə baxsanız kökdə 3'ü, 3 üstü, demək kökün dərəcəsi 2'dir, yazılmır. Burada da 1'dir, 3 üstü 2'də 1 deməkdir. İndi birincisi olur 3 üstü 3'də 1 vur. Belə olan halda mötərizə varsa bunlar vurulmalıdır və ixtisar gedəndə qalır 3 üstü 6'da 7. Aşağıda da 1'i nəyə vursan özü eləyəcək 2'də 1 3 üstü. İndi vuranda üstlər toplanırlar uşaqlar. 3'də 1 ilə 6'da 7'ni toplayacağıq. Böləndə də çıxdığı üçün çıx 2'də 1 birbaşa yazacağım. Onda ortaq məxrəcim məndə 6 olacaq. Deməli bunu 2'yə, bunu 3'ə vurmalıyam ki, məxrəc 6 olsun. 2 üstəcə 7 çıx 3. Olacaq 3 üstü 6'da 6. 6'da 6 1 verir. 3 üstü 1 cavab verir 3. Yəni A variantı. 11-ci suala baxırıq. Deməli birinci 5'i 5 üstü 4'də 1 yaza bilərik. 25'i 5'in kvadratı kimi yazacağım. Üstündə 24'də 13 var. Keçik məxrəcə. Pi üstü 0. İstənilən ədədin qüvvətində 0 varsa onun cavabı 1'dir. 5'i isə 3-cü dərəcədən 5'i 5 üstü 3'də 1 yazacağıq. Yuxarıda qalır 5 üstü 4'də 1 vurulsun. 5 üstü bu 2 ilə 24 ixtisar gedəndə 12'də 13 bölünsün 5 üstü 3'də 1. Uşaqlar vuranda üstlər toplanırlar. Yəni 4'də 1 ilə 12'də 13'ü toplayacaqsınız. Böləndə də üstlər çıxılır deyənə elə bundan çıxın 3'də 1'i. Hamısı 5 əsasındandır. 5'i bir dəfə yazmağınız kifayətdir. Ortaq məxrəc 12 eləyəcək. Bunu 12'yə tamamlamaq üçün 3'ə, bunu isə 4'ə vurmalısınız. Onda olacaq 3 üstə gəl 13 çıxılsın 4. Yəni 5 üstü 16'dan 4 çıxanda 12. 12'də 12. 12'də 12 1 deməkdir. 5 üstü 1'də cavabı 5. Yəni B variantı. A sıfırdan kiçik bir ədəddir. 4-cü dərəcədən uşaqlar 243 3 üstü 5 deməkdir. Yəni 5 dənə 3'ü özünə vuranda 243 eləyir. 3 üstü 5'in 4 dənəsini ayrı yazıram, birini ayrı. Məqsəd 4-cü dərəcədən kök almaqdır. Sonra burada A üstü 6 var. A üstü 4'ü ayrı yazıram. A'nın kvadratın ayrı. B üstü 5'dən B üstü 4'ü ayırırsınız. B üstü bir dənəsi qalır kənarda. İndi 3 üstü 4'dən 4-cü dərəcədən kök çıxar. Elə 3. Müsbət ədəddir deyənə modul yazmağa ehtiyac yoxdur. A üstü 4 4-cü dərəcədən bunların getdiyi düşünün.
qalacaq A, amma modulda. Sonra B üstü 4 ilə 4-cü dərəcədən köçün getdiyini düşünün. Qalacaq modulda B. Qalan ifadələr, hansılar ki üstü 4 oldu, bunlar çıxdı kökün altından. Qalanlar qalır kökün içərisində. Bax, bu və bu. Onda kökün içərisində qalacaq 4-cü dərəcədən 3 üstü 1, A kvadratı, bir də B üstü 1. Birləri yazmazlar. İndi uşaqlar, A-nın işarəsini bizə verib ki, mənfidir, amma B haqqında heç nə demir. Biz kökün içərisinə baxanda görürük ki, 243 müsbətdir. A mənfi olsa da A üstü 6 müsbət bir ədəddir. Çünki mənfi ədədin qüvvətini cüt ədəd yazanda müsbət edir. Ona kökün içərisi mənalı olsun deyə gərək B üstü 5 müsbət olsun. Çünki kökün içərisinə siz mənfi ədəd yaza bilmərsiniz. Belə çıxır ki, B üstü 5 müsbətdirsə, B də müsbətdir. Çünki müsbət ədədləri 5 dəfə öz-özünə vuranda müsbət edər. B müsbətdir. İndi mənfi ədəd moduldan çıxanda qarşısında mənfi ilə çıxar. Bax, elə bilin ki, bu mənfi keçir öz qarşısına. B olduğu kimi, çünki müsbətdir. Kökün içərisi ilə də işim yoxdur olduğu kimi. Bunu daha sadə formada mənfini qarşıya atıb, mənfi 3AB 4-cü dərəcədən 3A kvadratı B şəklində göstərmək olur. Mənfi 3AB, cavab Y-də görünür uşaqlar. Y variantı. Keçik 13-cü suala. A kiçikdir 0-dan deyir. Deməli, 4-cü dərəcədən orada 16 görürük. 16-nı biz 2 üstü 4 kimi yaza bilərik. A üstü 6-nı yenə 4-cü dərəcədən kök almaq istəyirəmsə 4-ünü ayırım, ikisini ayrı yazmalıyam. B üstü 5'in, B üstü 4'ün ayrı, B üstü 1'in ayrı yazıram. İndi hansılardan kök çıxacaq? Bax, bu 2 üstü 4 olan ifadədən, A üstü 4 olan ifadədən və B üstü 4 olan ifadədən kök çıxacaq. 2 üstü 4 ilə 4-cü dərəcə gedəndə bu formada qalacaq 2. Sonra A üstü 4 ilə 4 ilə 4-cü dərəcənin getdiyini düşünün A. B üstü 4 ilə bu 4-cü dərəcənin getdiyini düşünün B. Onda 4-cü dərəcə kök yazıram. Və vurulsun. Oy, bunlar kökdən çıxıb axı. Kökdən çıxdı. Baxın, 2 çıxdı kökün altından. A modulda, B modulda A ilə B çıxdı. Qaldı kökün altında. Kök altında qalanları yazırıq. A kvadratı B. İndi uşaqlar, bizə deyir ki, A mənfi bir ədəddir. Amma B haqqında heç nə demir. Kökün içərisinə baxanda görürəm ki, 16 müsbət, A üstü 6. A mənfi olsa da 6 dəfə öz-özünə vuranda müsbət. Onda deməli, B üstü 5 də müsbət olsun ki, ifadəmiz mənalı olsun. B üstü 5 müsbətdirsə, belə çıxır B də müsbətdir. İndi, bu keçir qarşısına olur, 2 vurulsun mənfi A. B olduğu kimi, kökün içərisidə olduğu kimi qalacaq. İndi mənfini qarşıya verəndə olur mənfi 2AB 4-cü dərəcədən A kvadratı B. Mənfi 2AB 4-cü dərəcədən A kvadratı B, B variantındadır uşaqlar. Mənfi 2AB, A, B-də yox, D-də. Düzgün baxaq, hamısı da variantların bir-birinə oxşuyur. Keçirik 14-ə. A kiçikdir 0-dan deyir 2A 4-cü dərəcədən B. Vuruğu kök işarəsi içərisində salın. A mənfi bir ədəddir. Baxın uşaqlar. Belə düşünəcəyik. Məsələn, mən sizə deyirəm ki, mənfi 2-ni kökün altına sal. Heç 4-cü dərəcə demirəm, 2-ci dərəcə deyirəm. Bunu kökün altına salanda 2-ci dərəcədən kökdürsə kvadrata yüksəldib salacaqsınız. 4-cü dərəcədən kökdürsə 4-ə yüksəldib salacaqsınız. Amma mənfisi qalmalıdır qarşıda. Yəni, müsbət olaraq girəcək kökün içərisinə. Orada necə elədirsə, burada da eyni qayda. A mənfi bir ədəddir. A əgər mənfi bir ədəddirsə, onun mənfisini qarşıda saxlamalısınız. Mənfisini qarşıya verəndə bu mənfi A kimi qalır da. Bax, mənfisini qarşıda saxladıq, qaldı mənfi A. Bu artıq müsbət bir ədəddir. Burada da 4-cü dərəcədən B. İndi mən nə etməliyəm? Bu mənfini verirəm 2-nin əvvəlinə. Mənfi 2. Mənfi A-nı, mənfi A artıq müsbət bir ədəddir. Çünki A mənfidir, qarşısına mənfi qoymuşam ki, müsbət olsun. 4-cü dərəcədən kökün içərisinə salmalıyam. Onda mənfi A üstü 4. Necə ki, 2 içəri girəndə 2 üstü 4 kimi girmişdi. Burada da B. 4-cü dərəcə.
Deməli, onda olur -2. 4-cü dərəcədə mənfi A-nı 4 dəfə öz-özünə vuranda A üstü 4. Burada da B şəklində qalacaq. A2-ni də salmaq lazımdır. 2-ni də salaq. Yenə yuxarıda dediyimiz kimi mənfisini saxlayırsınız. 2-ni içəri salanda 2 üstü 4. 4-cü dərəcədən. Yanında da A üstü 4 B-ni də saxlayaq. Mənfi o zaman 16 A üstü 4 B. Bu şəkildə mənfi ilə olan cavabı seçəcəksiniz. O da C variantındadır. Keçirik 15-ci suala. 2 vurulsun 3-cü dərəcədən. Uşaqlar, tək dərəcədən köklərin içərisində mənfi ədəd yaza bilərsiniz. Həmin o mənfi ədədi düzgün olmayan kəsrə çevirək. Ki, mən kök ala bilim ondan. 8-də 8-i 3-ə vurdum 24, üstünə 3 gəldim 27. Üstə gəl 3 vurulsun 4-cü dərəcədən 81-də 1. Deməli, uşaqlar, içərdəki ifadə -2-də 3-ün kubudur. Burada içərdəki ifadə isə 3-də 1-in üstü 4-dür. İndi kublar gedəndə ifadə olduğu kimi qalır. Yəni, mənfidirsə mənfi, müsbətdirsə müsbət. Heç bir dəyişiklik etmirik. 4-cü dərəcədən gedəndə həmişə müsbət qalır. 3-də 1. Bunlar ixtisar getdi -3. Bunlar ixtisar getdi üstə gəl 1. Cavab edir -2. Yəni, Y variantı. 16-ya baxırıq. 3, burada yazırıq 3-cü dərəcədən, -27-də, baxın, 2-ni 27-yə vurub üzərinə 10 gəlsəm, 64. Bu belə. Üstə gəl 4 vur 5-ci dərəcədən, 32-də 1. Olduğu kimi. İndi 3 vurulsun 3-cü dərəcədən. Bu 27 üçün kubudur. 4-də 4-ün, amma mənfisi ilə bir yerdə yazırıq. Burada da 32-də 1-i, 2-də 1-in üstü 5 yazırıq. Deməli, bunlar gedir, qalır -3-də 4. Üstə gəl, 4 vurulsun, bunlar da gedir, qalır 2-də 1. 3-lər gedir -4, üstə gəl, bunlar gedib 2. -4-ün də üzərinə 2 gələndə cavabınız olur -2. A variantı yəni. Və 17-ci sualla davam edirik. Deməli, uşaqlar, deyək ki, hansı doğrudur? Elə qarşısında yazacağım. Bax, kökün dərəcəsi 4-dür, bu 2. Onlar ixtisar gedəndə cavab qalmalı idi 2-ci dərəcədən kök altında, 2 üstü kök altında 5. Bax, belə qalmalı idi. O 2-ni də yazmırıq normalda. Yəni, sizin ifadə kök altında qalmalı idi. Amma bu kökün yazmayıblar. Ona görə birinci yanlış bir ifadədir. İkinci, 3-cü dərəcədən köklər gedər və ifadə qalar olduğu kimi. Bu doğru bir ifadədir. 3-cüyə baxanda doğrudur. Çünki -2 üstü 5 yazılar, -32 və 5-ləri apararsız köklə bir yerdə gedər. Tək dərəcə getdiyi üçün cavab olduğu kimi qalar. Və ikinci ilə 3-cü doğrudur. Cavab Y variantı. Deməli, keçirik 18-ci suala. Baxın, 4-cü dərəcədən 9-un yerinə 3-ün kvadratı yazırıq. Burada kvadratla 4 gedir, qalır kökün dərəcəsində 2, 3. Bu kökün dərəcəsində 2-ni də yazmazlar, kökdə 3 deməkdir. Amma bizə yazıb ki, 3 olsun cavab. Deməli, yanlışdır. 5-ci dərəcə tək dərəcədir. Bunlar köklə bir yerdə gedərlər, qalır ifadə olduğu kimi. Doğrudur. 6-cı dərəcə ilə 3 gedəndə, uşaqlar, qalmalı idi kökün dərəcəsində 2, bir də kökün içərisindəki ifadəni yazmalı idi. 2-ni də yazmazlar. Bu ifadəniz kök altında belə bir cavab yazılmalı idi, amma bunu köksüz yazıb. Baxın, bu kökü yazmayıb. Ona görə bu yanlış ifadədir. Doğru hansı oldu? Bir dənə ikincisi. Deməli, yalnız 2 doğrudur. O da olacaq C variantı. 18-də C variantı. 19-a baxırıq. Qüvvətlərin vurulma xassəsinə görə baxın, A üstü M, burada da N varsa, biz A üstü M vurulsun N yazırıq. Yəni, bunları vurmalıyıq.
5-in qüvvətində kökdə 5, üstəcəl kökdə 3 var. Bir də kökdə 3 çıx kökdə 5 var. Bunlar vurulur. Bunlar da kvadratlar fərqi. Bir dəfə toplayıb bir dəfə çıxıbsa kvadratlar fərqini verir. Çıxmada birinci hansıdırsa onu yazırıq uşaqlar burada da yazanda. Kökdə 3-ün kvadratı çıx kökdə 5-in kvadratı yazılmalıdır. Aydındır mı? Çünki toplanan yerin dəyişində cəm dəyişmir. Çıxmada da birinci hansıdırsa o yazılar. Kvadratla kök getdi 3, kvadratla kök getdi 5. 3-dən 5 çıxanda qalacaq mənfi 2. 3 üstü mənfi 2-in cavabı, 3 deyil bu. 5 üstü mənfi 2-in də cavabı. 5-i kvadrata yüksəldirsiniz 25. Mənfi qüvvət olduğu üçün 25 tərsinə çevrilir. 25-də bir Y variantı. 20-ci suala baxırıq. 2 üstü kökdə 3 çıx kökdə 2-ni vurmalısınız. Kökdə 2 üstəcək kökdə 3-ə. Çıxmada birinci hansıdırsa kvadratlar fərqini yazanda birinci onu yazmalısınız. Yəni kökdə 3-ün kvadratı çıx kökdə 2-nin kvadratı. Kvadrat kök getdi. Qaldı 2 üstü 3 çıx 2. Yəni 2 üstü 1. Ədədin üzərində də 1 varsa o ədədin özünü verir. Cavab D variantı. 21-ə baxırıq. Deməli, birinci neyləri hesablayaq? Birinci bu ikini yazıram olduğu kimi. Baxın, bunlar ikisi kökün altındadırsa, bunları bir kökün altında bölə bilərik. Çünki köklərin dərəcəsi eynidir. Bu formada yazdım. Baxın, onların ikisini bir kökə aldım. Deməli, kökün altındakı 2-ni olduğu kimi yazıram. 2-ni 0.5-ə böləndə rahat bölmək istəyirsinizsə, yuxarında, aşağında 10-a vurun. Elə bil 20-ni 5-ə böləcəksiniz. O da eləyəcək kök altında 4. Kökdə 4-dən çıxır 2. Burada təzədən kökdə 4 yaranır. Bunun da cavabı 2. Olur Y variantı. 22-yə baxaq. Eyni qayda ilə uşaqlar, xaricdəki 5-i olduğu kimi yazıram. Bunların ikisini bir kökün altında bölə bilərəm. 5 bir kökün altında bölək də. 5 aşağıda da 0.2. Deməli, bunu rahat bölmək istəyirsə, yuxarında 10-a vurun, aşağında 10-a vurun. O zaman eləyəcək kök altında 25. 25-dən kök çıxacaq 5. Təzədən kök altında 25 yaranır. Bunun da cavabı 5. B variantı. 23-də vurduğunuz zaman qüvvətlər toplanırlar. Əsaslar eyni daxil uşaqlar. Bunları toplayacaqsınız. Toplayanda olur 5n, n'ləri 1 toplayın, ədədləri də 1 üstəcəl 3. Sonra aşağıya baxırıq. Yenə də aşağıda vurma var bir-birinin arasında toplayaq. 1 olduğu kimi yazın. Mənfi n'in üstünə 6n gələndə olur 5n. İndi uşaqlar bölmə var. Böləndə də qüvvətlər çıxılar. Yəni 5n üstəcəl 3-dən çıxmalısınız. 1 üstəcəl 5n çıxmış. İşarəsi təsir etdiyi üçün 1 çıx 5n olacaq. Burada 5n'lər gedir, islah. Qalır mənfi 7-nin üzərində 3-dən 1 çıxanda 2. Mənfi 7-ni də 2 dəfə özünə vuranda cavab müsbət 49, B variantı. 24-cü sualda deyir ki, bərabərliklərdən hansı doğru deyil? Baxaq. Birincisi doğrudur, çünki kökün dərəcəsini məxrəcə yazarlar, qüvvəti sürətə yazarlar. Bu doğrudur. İkincisi C-yə baxırıq. C. Eyni dərəcədən kökün altında ifadələrin bölünməsi verilibsə, onları ayrı-ayrı bölə bilərik. Doğrudur. Y səhvdir artıq. O birilər demək doğrudur. Y-yə baxın. Y-də bunu belə yox, belə yazmalı idi. N vurulsun N dərəcədən A. Orada toplayıb uşaqlar. Toplamazlar, vurarlar. Y variantı. 25-ə baxırıq. Doğru deyil. Yanlış olanı soruşur. Burada Y-ni yazaq. A da müsbətdir, B də müsbətdir. Elə yanlış olan A variantıdır uşaqlar. Bir kökün altında çıxmaq mümkün deyil. Bir kökün altında siz vura bilərsiniz, bir də bölə bilərsiniz. Bu yanlış bir yazıdır. C doğrudur, çünki n'lər gedir, A qalır. Y doğrudur, çünki M sürətdə, eyni məxrəcdə yazırdıq, o cür yazıb. N'lər gedir, A üstü B qalır. Əgər A ilə B müsbətdirsə, müsbət şərt. Normalda bunu modul da yazmalıdır. Amma bunlar zaten müsbət ədəddir deyə elə A üstəcəl B kimi çıxacaq. Burada da A. Deməli, səhv olan A variantıdır 25-də. 26-ya baxaq.
X 0-dan 1-in arasında bir ədəddir. Bizdə verib 1-in x kubu, 1-in kökü altında x, sonra 5-ci dərəcədən x və 3-cü dərəcədən x. Uşaqlar, bunu da qüvvət kimi yazaq. 2-də 1 deməkdir. Bu x üstü 1-dir zaten. X üstü 5-də 1 və x üstü 3-də 1. X 0-dan 1-in arasında bir ədəd. Məsələn, 0-dan 1-in arasında 2-də 1 götürürəm. 2-də 1-in gəlin bir kvadratına baxaq, bir də kubuna baxaq uşaqlar. 2-də 1-in kvadratı 4-də 1-dir, kubu isə 8-də 1-dir. Hansı böyükdür? Sürəti eyni olan kəsrlərdən məxrəci kiçik olan daha böyükdür. Belə çıxır ki, bu böyük oldu. Hansı böyük oldu? Qüvvəti kiçik olan daha böyükdür. Demək, nə yadınızda saxlayırsınız? Əgər x 0-dan 1-in arasında bir ədəddirsə, qüvvət böyüdükcə cavab kiçiləcək. Bizdən soruşur, ən kiçik hansıdır? Ən kiçik olması üçün qüvvətin ən böyük olanını tapmalıyıq. Baxın qüvvətlərə. Ən böyük hansıdır? Təbii ki, ən böyük 3-dür. Deməli, A variantının cavabı ən kiçikdir. Qüvvəti ən böyük olan cavabı ən kiçik olacaq. Əgər x 0-dan 1-in arasındadırsa. Cavab A variantı. 27-yə keçirik. Kəsr qüvvətinə yazsaq rahat olacaq. Birinci A-ya baxsanız, uşaqlar 5-ci dərəcədən kök altında 2-dir. O demək ki, 2-ni sürətdə 5-i məxrəcdə yazmalısınız kəsr qüvvətinə yazanda. İndi keçirik ikinci A-ya baxmağa. İkinci A-nın qüvvətində 1 var. O demək ki, sürətə 1 yazacaqsınız. Amma bu A 2 dənə kökün içərisindədir. Baxın, kökün dərəcəsi biri 2-dir, biri 5. Onları vurarlar, 10 yazarlar. Keçirik A aşağıya -1,5. Deməli, yuxarıya baxanda, vuranda üstləri toplayacaqsınız. 5-də 2 ilə 10-da 1-i toplayırsınız. 5-də 2 0,4 deməkdir uşaqlar. Üstünə də 0,1 gəlirsiniz. Aşağı -1,5-dir. Deməli, sürət olur A üstü 0,5, məxrəc olur A üstü -1,5. Bölündü isə qüvvətlər çıxılar. Yəni 0,5-dən -1,5-i çıxacaqsınız. O da eləyəcək, üstlər toplanıb A üstü 2. Yəni A-nın kvadratı D variantı. Keçirəm 28-ə. Deməli, birinci A-nı yazırıq. A üstü 3 bölünsün 6. Vurulsun ikinci A-ya baxaq. Demək, kökün dərəcəsində burada 2-dir. Onda köklərin dərəcələri vurulub 6, 2, 12. A-nın qüvvətində də 1 yazılır. Aşağıya A üstü 0,25. 125-i gəlin 4-də 1 yazaq. Bax, 100-də İxtisar yerində qalır 4-də 1. Bunu bilirik də. Deməli, vuranda qüvvətlər toplanılır. 6-da 3 ilə 12-də 1 toplayıb, böləndə çıxılır deyə 4-də 1-i çıxacam. Elə birbaşa yazıram bir dənə əsasla. Ortaq məxrəcimiz 12-dir. Yazdıq 12-ni. Sonra nə edəyək? 12-yə gətirək. Bunu 2-yə vurmalıyam, bunu 3-ə. Olur 6 üstə gəl 1, çıx 3. Yəni A üstü 12-də neçə eləyir? 4. Və ixtisar eləsəniz A üstü 3-də 1. A üstü 3-də 1-də A variantında verilib. 29-a baxırıq. Deyir, sadələşdirin. Sadələşdirək də. 4-ün yerinə 2-nin kvadratını yazaq. 8 deyir. 8-in yerinə 2-nin kubu. Mötərizəyə ehtiyac yoxdur uşaqlar. Gəlin, burada mötərizəni silim, gözünüzü yormasın. 8-ci dərəcədən 16-da 2 üstü 4 kimi düşünə bilərik. Bununla bu gedir, qalır kökün altında 2. Kökün dərəcəsində 2 qalır, onu yazmazlar. Bununla bu yenə də 2-ci dərəcədən kökün altında 2. Burada da 2-ci dərəcədən kökün altında 2. İslah, cavab kök altında 2. D variantı. 30-u da eyni qayda ilə yazacaqsınız. 9-un yerinə nə yazaq deyin görün. 3-ün kvadratı. 6, 27-in yerinə 3-ün kubu. 81-in yerinə 3 üstü 4-ə, sağ ol, bəziləriniz deyir. Demək, bunlar gedir, qalır 2-ci dərəcədən kökün altında 3. Amma o 2-ni yazmırıq. Çıx, bunlar gedir, qalır yenə 2-ci dərəcədən kökdə 3. 2-ni yazmazlar. Gedir 2-ci dərəcədən kökdə 3. Bunlar da islah cavab kökdə 3. C variantı. Bizə deyir ki, hansının mənası yoxdur uşaqlar.
Yadınızda saxlayın, tək dərəcədən kökün altında siz hər şey yaza bilərsiniz. İstəyir mənfi olsun, istəyir müsbət olsun, istəyir sıfır olsun. Yəni bunların hamısının mənası var. Bizim üçün problem yaradan cüt dərəcədən kökdür. 2 dənə ifadə verilib burada. Cüt dərəcədən kök. Bax, birincisi 6-cı dərəcədən B variantına baxsaq. Mənfi 3-ü 3 dəfə öz-özünə vurduğumuz zaman mənfi 27 edir. İkinciyə baxsanız, Y-də qaldı da cüt dərəcədən kök. Mənfi 3-ün kvadratı 9. Cüt dərəcədən kökün içərisində mənfi ədəd ola bilməz. Bu yanlış bir yazıdır. Deməli, yanlış olan B variantıdır. 7 isə hər şey qaydasındadır. Cüt dərəcədən kökün cavabı içərisi, daha doğrusu müsbət bir ədəddir. Bizdən yanlış olan soruşurdu, cavab B variantı. 32-yə baxırıq. 4 tam 10-da 9. Bax, 4 tam 10-da 9. Bunu çevirəndə eləyəcək 10-da 49. Çünki düzgün olmayan kəsri çevirəndə məxrəci yazırdıq. 4-ü 10-a vurub üstünə 9 gəldik. Bunu belə yazdım. Mənfi A üstü mənfi 9. Uşaqlar, mənfi 9 qüvvəti o deməkdir ki, mənfi A-nın müsbət 9 kimi yaz, amma məxrəcdə. Tərsini çevirib yazırsınız. Mənfi qüvvət onu tərs çevirir. B üstü 11 olduğu kimi yazdım. İndi burada kvadrat həm bu kökə aiddir. Kökə aidsə köklə kvadrat gedir, qalır 49-da 10. Həm A üstü 4-ə aiddir. A üstü 4-ün üzərində bir dənə də kvadrat varsa 4 2-yə vurulub 8 yazar. Həm də B üstü mənfi 5-ə aiddir. Yəni, vurulub B üstü mənfi 10 yazılar. 49-da 10 ilə 10-da 49. Bunlar ixtisar gedəcəklər. Çünki qarşılıqlı tərs ədədlərdir. İndi 1 bölünsün. Mənfi A-nın üstü 9. Tək sayda özünə vurulduğu üçün mənfi 1 ədəd olacaq və mənfini atdım qarşıya. Sonra vurulsun. B üstü 11 ilə B üstü mənfi 10. Vuranda üstlər toplanılır deyə qalır B üstü 1. Burada da A üstü 8-imiz qaldı. 8 ilə A üstü 9 gedəndə A-nın biri qaldı aşağıda, amma mənfidir. Yuxarıda da B qaldı. Cavabımız mənfi B bölü A. Bu da A variantı. Keçirik 33-cü suala. 5 tam 10-da 3, 10-da 53 deməkdir. A üstü 7-ni olduğu kimi yazıram. Üstü mənfi qüvvət, o demək ki, onu aşağıya sal. Mənfi B üstü müsbət 13 yaz. Tərsini çevir və üstündə müsbət 13 yaz. Uşaqlar, mənfi ədəd 13-də tək qüvvət olduğu üçün mənfini belə eləcə qarşıda yaza bilərsiniz. Kvadrat həm bu kökə aiddir. Kökə aiddirsə kvadratla kök gedir, 53-də 10 qalır. Həm buna aiddir, eləyəcək A üstü mənfi 6. Həm də B üstü 6-ya aiddir, B üstü 12. Bərabərdir. Deməli, bununla bu gedir. A üstü 6 ilə A üstü 7 ilə A üstü mənfi 6 vuranda üstlər toplanır, qalır A üstü 1. B üstü 12 ilə B üstü 13 də ixtisar gedəndə qalır B, amma qarşısında da mənfi var. Yekun cavabımız A bölünsün, mənfi B. Mənfini kəsrin qarşısında da yaza bilər, cavab C variantı olacaq. 34-ə baxırıq. Bu 17 üstü, uşaqlar, 2-ni 0-a vuranda 0. 17 üstü 0. Çıxılsın. 2 üstü mənfi 2-ni olduğu kimi yazıram. 64-ü 2 üstü 6 yazacağım, amma üzərində 3-də 2 də var. Çıx, 8-i yazacağım 2-nin kubu. Və üzərində mənfi 1 tam 3-də 1. Mənfi 1 tam 3-də 1 nə deməkdir? 3-də 4, amma mənfi. Baxın, o cür yazacağım. Mənfi 3-də 4. Bu aşağını silirəm. Harada qalmışdı? 32-də. 32 2 üstü 5 deməkdir. Üstə gəl. Bu mində 1-dir. Mində 1, mində 1. 1000 10 üstü 3-də axı. Mində 1 də onun tərsini çevirirsə 10 üstü mənfi 3 deməkdir. Üzərində də var mənfi 3-də 1. Baxaq. 17 üstü 0 istənilən ədədin üstü 0 1-i verir. 2 üstü mənfi 2 vurulsun. Uşaqlar, belə mötərizə olanda bunlar vurular. Vurulanda da ixtisar gedər. 2-ni 2-yə vuranda 2 üstü 4. Eyni zamanda bunlar ixtisar gedər 3-lər. Qalar 2 üstü mənfi 4. Bir də 2 üstü 5.
Üstə gəl, burada 3'lər ixtisar gedər. -3'ü -3-də 1'ə vuranda mənfilər də gedər, qalar 10 üstü 1. Yekunlaşdırırıq. 1 çıxılsın. Bax, vurma əməllərin birinci yerinə yetirin. Vuranda qüvvətlər toplanırlar. Burada vuranda qüvvətlər toplanırlar. Üstə gəl, axırda da 10. Deməli, nə qaldı? 1 çıx, 4 çıx, 2, üstə gəl 10. Müsbətləri 1 yazsanız 10 ilə 1, 11. Mənfilər 1, 6. 11-dən də 6 çıxanda 5. Cavab B variantı. 35-ci sualla davam edirik. Oxşar sualdır uşaqlar. 35. Deməli, 81'in yerinə yazırıq 3 üstü 4. Qüvvətində də var 4'də 3. 3 üstü -2 olduğu kimi yazın. 27'ni 3'ün kubu. Üstündə -1/3'də 1, -3'də 4 deməkdir. Bu şəkildə yazın. 81'də 3 üstü 4'dür. Çıx. 16'nın kvadratı üstündə 0 var. Qüvvətdə 0 varsa, istənilən ədədin qüvvətində 0 varsa cavab 1'dir. Üstəcə, indi yazıb 1000'də 8. Uşaqlar, 1000'də 8. Gəlin, burada yazım, göstərim sizə. 1000'də 8. İxtisar edəndə 8'i ixtisar gedir, qalır 125'də 1. 125 bilirik ki 5'in kubudur, amma o aşağıdadır. Yuxarıya qaldırırıqsa qüvvətdən mənfi yazırıq. 5 üstü -3 yazaq ki, məxrəcdə düşəndə 125'də 1 olsun. Deməli, 5 üstü -3 deməkdir. Üzərində də bir dənə -3'də 1 var. Baxaq. Belə onda mötərizələrdə qüvvət varsa vurular, qalar 3 üstü 3. Vur 3'ün üstü -2, çıx. Vurular, qalar 3 üstü -4. Vur 3 üstü 4, çıx 1. Üstə gəl 5 üstü -3 ilə də -3'də 1 ixtisar gedər. Mənfilər də gedəndə 5 üstü 1. Vurmanı birinci. 3 üstü qüvvətlər toplanır, 1 qalır. Vurmanı birinci. Bu eləyəcək 3 üstü 0. Sonra geri qalanları yazırıq. 3 üstü 1, 3. 3 üstü 0, 1. Çıx 1, üstə gəl 5. Toplam müsbətləri 1 toplayın, mənfiləri 1. 8'dən də 2 çıx, cavab 6, Y variantı. Keçirik 36-cı suala. X 0 ilə 1'in arasında bir ədəddir. Bayaq nə dedik uşaqlar? Əgər x 0 ilə 1'in arasında bir ədəddirsə, onun qüvvəti böyüdükcə cavabı kiçilir. Qüvvəti kiçildikcə cavabı böyür. Məsələn, 2'də 1'in üzərində göstərmişdik. 2'də 1'in kvadratına baxırıq, bir də 2'də 1'in kubuna. 2'də 1'in kvadratı 4'də 1'dir, kubu 8'də 1'dir. Böyük olan məxrəci kiçik olan kəsirdir. Deməli, uşaqlar, qüvvəti hansının kiçikdirsə, o daha böyükdür. Qüvvəti kiçik olan daha böyükdür. Əgər x-iniz 0 ilə 1'in arasındadırsa. İndi A variantı x kubudur. B variantına baxanda x üstü 2'də 1 deməkdir. C x üstü 1'dir. Bir də Y-də x üstü 3'də 1 yaza bilərik. Bizdən ən böyüyü soruşursa, qüvvət ən kiçik olanı götürməlisiniz. Ən kiçik qüvvət də burada 3'də 1'dir. Çünki baxın 3, 2'də 1, 1, 2 və 3'də 1. Ən kiçik hansıda 3'də 1. Y variantı. Deməli, uşaqlar, 36'da nə dedik? Əgər ədəd 0-1'in arasındadırsa, qüvvəti kiçik olan cavabı böyük olacaq. İndi bizdə ən böyük ədədi soruşur. Qüvvət ən kiçik olmalıdır. Qüvvət ən kiçik. Çünki sizin ədədləriniz 0,6'dır. 0,6 0 ilə 1'in arasında bir ədəddir. Qüvvəti kiçildikcə cavabı böyüyəcək. İndi qüvvəti də ən kiçik olan bu kəsirlərə baxsanız, uşaqlar, sürətləri hamısının 1'dir. Sürəti eyni olan kəsirlərdən məxrəci böyük olan cavabı ən kiçik olur. O da D variantındadır. 7'də 1 o kəsirlərin hamısından kiçikdir. Qüvvəti kiçik olan cavabı da ən böyük olacaq. 38'ə baxırıq. 38'i gəlin köklərindən yazaq uşaqlar. A 2'də 1 qüvvətindən 2'də 1'dir. Bax 2'də 1 üstü 2'də 1'dirsə, siz bunu kök altında 2'də 1 yaza bilərsiniz. Nəyə görə? Çünki kökün dərəcəsi 2'dir. Bunun da qüvvətində 1 var. Yazılmaz bunlar heç biri. B 3'də 1 üzəri 3'də 1'dir. O zaman 3-cü dərəcədən 3'də 1 yaza bilərik. C'yə baxanda isə 2'də 1 üzəri 2'də 1 vurulsun 3'də 1 üzəri 3'də 1'dir. Yəni siz nə etməlisiniz? Kök altında 2'də 1'i
3-cü dərəcədən 3də 1-ə vurmalısınız. Baxaq. Köklərin dərəcələri eyniləşdirmək lazım ki, siz onları müqayisə edəsiniz. Bunun dərəcəsi özünün 2-dir. Demək, 2 ilə 3-ü ortaq 6-ya gətirməliyik. Bunu 3-ə vurmalısınız. Onu da bu kuba yüksələcək. Eləyəcək 6-cı dərəcədən 8də 1. İkincisi kvadrata yüksələcək. Bunu da kvadrata yüksəldib 6-cı dərəcədən 9da 1 yazacaqsınız. Sonuncusunu isə elə 6-cı dərəcədən 8də 1 vur 6-cı dərəcədən 9da 1-i bir kökün altında yazıb formada göstərə bilərsiniz. Yəni 6-cı dərəcədən 72də 1 olacaq. İndi baxaq. Bizdə deyir ki, müqayisə edin. Köklərin dərəcəsi hamısı eynidir. Köklərin dərəcəsi eynidirsə içəriləri müqayisə eləyəcəyik. Hansı böyükdürsə onu götürəcəyik. 8də 1, 7də 1 və 72də 1. Hamısı sürətləri bərabər olan kəsirlərdir. Məxrəci kiçik olan daha böyükdür. A daha böyükdür. A'dan qabaq gəlir. Bizə deyir, ədədləri azalan sırada yazın uşaqlar. Yəni, ən böyüyü birinci A böyükdür. A'dan qabaq. A'dan sonra gəlir B. B'dən sonra da gəlir C. Ən böyüyü A'dır. Çünki A'nın məxrəci ən kiçikdir. Məxrəci ən kiçik olan kəsirin cavabı daha böyükdür. Deməli, A, B, C şəklində düzülüş olmalıdır. O da B variantında verilib. 39-u da eyni qayda ilə yazacağıq. Deməli, A bərabərdir 4-cü dərəcədən 4də 1 deməkdir birincisi. Üstü 4də 1, 4-cü dərəcədən kök deməkdir. B 3də 1 deyirsə 3-cü dərəcədən kök deməkdir. C isə bunların hasilidir. Yəni 4-cü dərəcədən 4də 1 vurulsun 3-cü dərəcədən 3də 1. Köklərin dərəcələrin 4 ilə 3-ü ortaq kök dərəcəsini gətirməliyik 12-yə. Deməli, yuxarını 3-ə vuracam. 3-ə vururamsa kuba yüksəltməliyəm. 12-ci dərəcədən 64də 1. Bunu üstü 4-ə yüksəltməliyəm. O da eləyəcək 12-ci dərəcədən 81də 1. Bərabərdir 12-ci dərəcədən 64də 1 ilə 12-ci dərəcədən 81də 1-i bir kökün altında vurub yaza bilərəm. Bizə deyir, ədədləri artan sırada yaz. Yəni, kiçiyi birinci yazmalıyıq. Hamısının sürəti 1-dir. Sürəti 1 olan kəsirlərdən məxrəci böyük olanın cavabı daha kiçikdir. Baxın, 64 vur 81 hər neçədirsə, onun cavabı məxrəci daha böyük. Məxrəc böyüdükcə kəsirin qiyməti kiçilər. Deməli, ən kiçiyi C-dir. Sonra B gəlir, ən böyüksə A. C, B, A şəklində düzülüş C variantındadır. 40-cı sualla davam edirik uşaqlar. 2 vurulsun. Cüt dərəcələr gedəndə ifadə qalar modulda. Tək dərəcələr gedəndə ifadə qalar olduğu kimi modul yazmırsınız. Bu 2-dir. Kökün dərəcəsində 2 var bilirik. Bunlar gedir yenə modulda. İndi 2 dənə modulda A-dan, bir dənə modulda A çıxanda qalır modulda. Üzərinə gəl ortadakı A-nı. Və bizə deyir ki, A mənfidir. A mənfidirsə moduldan çıxanda o mənfi qarşıya keçər. İkinci A ilə işimiz yoxdur və burada əks ədədlərin cəmi yaranar, cavab 0Y variantı. 41-də də eyni qayda ilə cüt dərəcələr gedəndə ifadəni yazmalısınız modulda. Tək dərəcələr gedəndə ifadə qalar olduğu kimi. Cütlər gedəndə ifadə qalmalıdır modulda. 2 dənə modulda A, bir dənə modulda A çıxırsınız, qalır bir dənə modulda üstəgəl A. Bizə şərtdə verib ki, A mənfi ədəddir. Mənfi ədəd moduldan çıxanda əksinə çıxar. A-nın əksi nədir? Mənfi A. Üzərinə gəl A. Bu A-lar gedir. Cavab qalır 0, B variantı. Keçirik 42-ci suala. Baxın uşaqlar, müqayisə edin deyir və köklərin dərəcələri fərqli-fərqli ədədlərdir. Müqayisə etmək üçün köklərin dərəcələrini eyniləşdirməyimiz lazımdır. Kökün dərəcəsi 1-i 3-dür, 1-i 4, 1-i 12. Necə ki, siz ortaq məxrəci gətirdiniz, burada da eyni. Ortaq kök dərəcəsini gətirməlisiniz. 3-ə 4-ə 12-yə bölünən ədəd 12-dir, 12-yi gətirəcəksiniz. Bunu 3-ə vurub, buranı 3-ə qüvvətə yüksəltməlisiniz. O eləyəcək 12-ci dərəcədən 4 üstü 4. 4-ü 4 dəfə öz-özünə vuranda 256. 6-nı 3 dəfə öz-özünə vuranda 216. Belə. 12-ci dərəcədən uşaqlar hamısının dərəcəsi eynidir. Düzdürmü? İndi dərəcələr eynidirsə bunları müqayisə edəndə içəriləri müqayisə etməlisiniz. Aydın da görünür. Ən kiçiyi hansıdır? B.
Sonra gəlir 256A, sonra da gəlir 280C. BAC şəklində düzülüş. Deməli 42-də BAC şəklində düzülüş yoxdur. Axı nəyi səhv yazdıq? 280 C ən böyükdür. 256 bircə dəqiqə uşaqlar. 280 ən böyükdür C. 256 ondan qabaq gəlir. 216 axı ən kiçikdir. Hətta BAC şəklində olmalıdır. O da D variantı. Bayaq da belə yazmışdıq. BAC D variantı. Baxaq 43-ə. Deməli, 5-ci dərəcədən 6 A-nın cavabıdır. B-nin cavabı 3-cü dərəcədən 3. C-nin cavabı isə 15-ci dərəcədən 250-dir. Demək, artıq bilirsiniz neçəyə gətirməliyik? 15-ə. 15-i gətirəndə yuxarını 3-ə vurduzsa, 3-cü dərəcədən qüvvətə yüksəltməlisiniz. 6 üstü 3, 216 eləyəcək. Bu 5-ə vurduzsa, gərək 5-ci dərəcədən qüvvətə yüksələ, o da eləyəcək 243. İndi müqayisə etməli. 216, 243, 250. Ən kiçiyi 216-dır. Sonra 243-dür. Yəni B, ən böyüyü isə 250-dir. C. A, B, C, D variantında olacaq. Keçək 44-cü suala. Cüt dərəcə gedəndə ifadə qalar modulda uşaqlar. Tək dərəcə gedəndə ifadə qalar olduğu kimi. Cüt dərəcə gedirsə üstəgəl modulda A. Tək dərəcələr gedirsə ifadə olduğu kimi. Belə davam edir. Sonra tək dərəcələr gedəndə olduğu kimi, cüt dərəcə gedəndə ifadə modulda A. Bərabərdir. A mənfi ədəddir. Mənfi ədəd moduldan çıxanda qarşısında mənfi ilə çıxar. Bu kənardakı ilə işiniz yoxdur. Olduğu kimi götürüb yazırsınız. Mənfi ədəd moduldan əksinə çıxar. Mənfi A olduğu kimi, baxın, bunun da qarşısında mənfi. Sadəcə bunlar hamısı mənfi A'larda bilməliyik ki, neçə dənədir. 2-dən başlayır, 100-də bitir. Bir dənə 1 yoxdur da, düzdür. 2-dən başlayır, 100-də bitirsə, bir dənə 1 yoxsa, demək 99 dənə orada mənfi A var. 99 dənə mənfi A-da 99 vurulsun mənfi A deməkdir. Yəni mənfi 99 A, D variantı. 45-ci sualda müqayisə etməliyik və deyir ki, A hansı intervala daxildir? Təbii ki, köklərin dərəcələrini eyniləşdirəcəksiniz. Hamısının 6-cı dərəcədən kökdə düşünəcəyik uşaqlar. Çünki kökün birin dərəcəsi 2-dir, biri 3-dür, biri 6. 6 etməkdən ötürü bunu 2-yə vurub 2-ci dərəcəyə yüksəltməliyəm. Bu olduğu kimi, ikincini 3-ə 3. Deməli, 6-cı dərəcədən A olduğu kimi, burada 6-cı dərəcədən 2 üstü 2, yəni 4. Və burada 6-cı dərəcədən 2-nin kubu 27, 3-ün kubu 27. Hər tərəfdən 6-cı dərəcə kökləri açsanız, deməli A 4 və 27-nin arasında bir ədəddir, C variantı. Sonra 46-ya baxırıq. 46-da hansı qaydanı bilməlisiniz? Əgər uşaqlar qüvvətdə kəsir varsa və müsbət kəsirdirsə, bu əsas həmişə 0-dan böyük bərabərdir. Amma qüvvətdə mənfi kəsir varsa, mənfi onu məxrəcə salır. Məxrəcdə 0 ola bilmədiyi üçün 7 çıx A-ya böyük bərabərdir 0 yox, ancaq böyükdür 0 deməliyik. Və əsasın mənfi olan halına da baxılmır. Bu yeni sualdır. Qüvvət kəsir. Qüvvətsə içəri həmişə 0-dan böyük bərabərdir. Əgər kəsir müsbətdirsə, artıq kəsir mənfi kəsirsə 0-dan böyükdür, bərabər yox. Birincidə 2-dən böyük bərabər alırsınız. İkincidə isə hər tərəfi mənfiyə vuranda 7-dən kiçik. 2-dən böyük bərabər və 7-dən kiçik ədədləri xətt desəniz, onların kəsişməsi 2-nin 7-nin arasıdır. 2-ni alır, 7-ni almır. 2, 3, 4, 5, 6 ədədləri var. Deyir, bu ədədlərin cəmini tapın uşaqlar. Toplayaq, görək neçə eləyəcək. 5, 6. Deməli, 8, 8, 16, üstünə 4 gələndə olacaq 20, cavab D variantı. 47 artıq mürəkkəb kök alma düsturlarıdır. Uşaqlar 47-də. Deməli, kök altında gəlin birinci olduğu kimi şərtin yazım. 2 kök altında 7 üstəcə 4 kökdə 3. Kök alanda nə edəcəksiniz uşaqlar?
7 üstəcəl 4 köhdü 3'ü ayrıca burada yazıb bundan işləyəcəm. Bax, bu 4 köhdü 3'ün bizim müxtəsər vurma düsturunun 2AB hissəsi olduğunu bilin. 7 də A kvadratı üstəcəl B kvadratıdır. Və bunu A üstəcəl B-nin kvadratına gətirməliyik. Bunun üçün nə edəcəksiniz? 4'ün ikisini kənarlaşdırırsınız. Yəni 4 2 vur 2'dir də. 2'nin birini salırsınız kökün altına. Kökün altına girəndə kvadrata yüksələr girər. 4 olur, 3'ə də vuranda 12. Bu aydındır, baxın. Bunun ikisini ayırdınız. 4 2 vurulsun 2'dir də. 2'ni saxladım kökün qabağında 1'in. Təkcə 2'ni saxlayırsınız. Bu 2'nin kökünün içərisinə saldınız. Belə yazırıq ki, biz 2 dənə ədəd tapmalıyıq. Vuranda 12, toplayanda 7. Hansı ədədlərdir? 4 ilə 3. Deməli, amma bu kökdə 12, vuranda kökdə 12 etməlidir. Yəni kökdə 4, kökdə 3 kimi düşünülməlidir. Arada üstəcəl 3'dür. Bax, kvadratı. Bu ifadənin kvadratı 7 üstəcəl 2 kökdə 12'ni verir. Həqiqətən yoxlasanız, bunun kvadratı 4, kvadratı 3 topladım 7. Hasillərin 2 misli 2 kök altında 12. Deməli, uşaqlar, yuxarıda nə yazacağım? 2'ni olduğu kimi, kökü olduğu kimi bu ifadənin yerinə aparıb kökdə 4 2 deməkdir uşaqlar. Onun birbaşa 2 yazıram. Bax, bu 2 deməkdir. 2 üstəcəl kökdə 3'ün kvadratı yazırıq. Vəssalam. Üstəcəl 7 çıx kökdə 3 bərabər. Davam edirik sualımıza. Kvadratla kök getdi içəridəki. Artıq qaldı bir dənə mötərizədə 2 üstəcəl kökdə 3. Onu da vurub açırıq bu qabaqdakı 2'yə. 4 üstəcəl 2 kökdə 3. İndi içəri yenə eyni şey. Yenə eyni mürəkkəb kök alma düsturuna əsasən. Bax, buranı belə aşağıda yazıram. Qarışmasın. 2 olduğu kimi qalıb. Kökdə 3'ü siz elə düşünməz ki, vuranda 3, toplayanda 4 etsin. Amma vuranda kökdə yazacağıq da. Vuranda 3 toplayanda 4, 3 ilə 1'dir. Deməli, vuranda kökdə 3 eşitsə, onlar kökdə 3, kökdə 1'dir. Kökdə 3 üstəcəl kökdə 1'in kvadratının açılışıdır uşaqlar. Bax, kökdə 3'ün kvadratı, kökdə 1'in kvadratı toplayanda 4, vuranda hasillərin 2 mislidir 2 kök altında 3. Biraz çətin hissəsidir dərsin, amma siz bir neçə dəfə işləsəniz artıq o yaddaşınızda qalacaq və biləcəksiniz ki, necə hesablayırlar. Deməli, kvadratla kök getdi, ifadə müsbət qalmalıydı. Zaten müsbətdə olduğu kimi yazıram. Kökdə 1 1 deməkdir. Kökdə 3'lər gedir, 1 ilə 7'nin cəmi olacaq cavab 8 A variantı. 47 A variantı. Keçirik 48-ci suala. Bu ifadəni mürəkkəb kök ala bilmirik, çünki 3-cü dərəcədən kök altındadır uşaqlar. Biz mürəkkəb kökləri 2-ci dərəcədən alırıq. İfadənin cavabını bilmədiyimiz üçün buna bir T əvəzləməsidir. Və kökləri aparmaqdan ötürü hər tərəfi kuba yüksəldək. Buna bir dənə T dedim. A üstəcəl B-nin kubuna görə A kubu yazılmalıdır. Yəni birincinin kubu. Sonra yazmalıyım. Üstəcəl 3 vur birincinin kvadratı. Vur ikinci. Sonra üstəcəl. Bu biraz kiçildi. Üstəcəl yenidən 3 vur. İndi bu səfər birincinin özü. İkincinin kvadratı. Üstəcəl ikincinin kubu. Sığmadı, məcbur aşağıdan yazdım uşaqlar. Kub düsturunu bilirsiniz yəqin. Deməli, kublar gedir, qalır 2 üstəcəl kökdə 15. Bunların ikisindən ortaq vuruqlar çıxardacağıq uşaqlar. Bax, bunların ikisindən. Hər ikisindən 3 çıxır. 3-cü dərəcədən 2 üstəcəl kökdə 15'in biri və 3-cü dərəcədən 2 üstəcəl kökdə 2 çıx. Kökdə 15'in biri çıxır. Birinci tərəfdə axı 2-dən idi üstəcəlmə olandan. Bunun biri qalır. 3-cü dərəcədən 2 üstəcəl kökdə 15. Biri qaldı.
İkinci tərəfdə də çıxmasından 2-də nə idi? Onun biri qalır. 3-cü dərəcədən 2 çıx kökdə 15. Üstəgəl bu kublar gedir, qalır 2 çıx kökdə 15 bərabərdir t-nin kubu. Deməli, nə baş verir? Kökdə 15-dən biri mənfi, biri müsbət getdi. 2'lər burada qaldı. Bizə verdi 4'ü. Sonra üstəgəl 3 vurulsun. Baxın bura. Deməli 15 deyil, onlar 5 uşaqlar. Bütün hər yerdə 15 yazmışam. Bunların hamısını 5 eləyək. Bir də silmirəm misalı. Bunlar hamısı 5'dir. Bu mənim artıq yorulduğumu göstərir uşaqlar. Bunlar hamısı 5'dir. Mən səbirlə bunlar 5 eləyəcəm. Bir də silmək istəmirəm misalı. 5, 5, 5, 5, 5. 2 çıx kökdə 5 hətta. Ümid edirəm siz daha diqqətli davranmışsınız uşaqlar. Götürüb mənim üçün 15 yazmamısınız. Deməli 3 vur. Bu hissəyə baxın. Bu hissəni bir kökün altında düşünsəniz, kvadratlar fərqidir. 2 üstəcək kökdə 5, 2 çıx kökdə 5. Kvadratlar fərqinə görə sizə verəcək 2'nin kvadratı çıx kökdə 5'in kvadratını. Düzdürmü? 2'nin kvadratından da kökdə 5'in kvadratını çıxanda kvadratla kök gedir. 4 çıx 5 yəni mənfi 1 qalır. 3 vur mənfi 1. Vurulsun. Bu içəridəki ifadə zaten t idi. Biz buna t demişik. T. Vəssalam bərabərdir t kubu. Qalanların hamısını keçirsək sağ tərəfə t kubu. Bax bu mənfi 3t edir. Sağa keçsə üstəgəl 3t. 4'ü də saxlayıram burada. İndi uşaqlar. Burada t'miz neçə olsun ki cavab 4'ü versin. Açıq görünür t kubdur. Bunu həll eləməyəcəyik təbii ki. Amma aydın görünür ki t'nin cavabı neçədir? T'nin cavabı 1'dir, bəli. Və bizdən də bu ifadənin cavabını soruşurdu. O da 1C variantı. 49 yeni sualdır. 48 topumuzda var idi, yeni deyil. 49'da nə eləyə bilərik? 2'də 1 də 6'da 1'dir, biri 3'də 1'dir. Hamısının 6 qüvvətinə gətirək uşaqlar, gəlin. Bax, bunu 6 etməkdən ötürü 3'ə vurmalıyam. Eləyəcək 3 üstü 6'da 3. Üstəgəl 3 üstü 6'da 1. Aşağı 3 üstü, bunu da 6 gətirim. 2 elə eləyək, olsun 3 üstü 6'da 2, üstəgəl 1. Hələ ki, ağlıma başqa bir şey gəlmədi. Yəqin ki, bu verəcək bizə cavab uşaqlar. Çıx 3 üstü 3'də 1. Yuxarıdan ortaq vuruq çıxardırıq 3 üstü 6'da 1'i. Ortaq vuruq çıxartmaq bölmək deməkdir. Böləndə üstlər çıxılar. Yəni 6'da 3'dən 6'da 1 çıxmalıyıq. Qalır 6'da 2. Uşaqlar aşağı ilə gedəcək. Qalır 3 üstü 6'da 2, üstəgəl 1. Burada da çıx 1. Qalan nə oldu o kimi? Çünki bunlara heç bir sadələşmə etmək mümkün deyil. Çıx sonuncunu 6'da 1 yazmadım uşaqlar. Ehtiyac olarsa yazarıq bu 3 üstü 6'da 2 daha doğrusu. Bunlar gedir. Qalır 3 üstü 6'da 1. Çıx 1. Sonra da 3 üstü 6'da 1 üstəgəl 1. Və bunlar bizə kvadratlar fərqi düsturun verir. Bir dəfə çıxıb bir dəfə toplamısınızsa 3 üstü 6'da 1'in kvadratı, 3 üstü 6'da 1'in kvadratı çıxılsın 1'in kvadratı, çıx 3 üstü 3'də 1. 6'da 1'in kvadratı o demək ki bunlar ixtisar edəcək, qalacaq 3 üstü 3'də 1. Çıx 1'in kvadratı 1, çıx 3 üstü 3'də 1. Bunlar da ixtisar gedəndə cavab qalır mənfi 1, daha doğrusu islah gedəndə. Cavab olur C variantı. Keçirik 50-ci suala. Yenidir. Uşaqlar hamısı fikir verin, köklərin dərəcəsi cüt dərəcələrdir. Burada da 2'dir də, o da cütdür. Cüt dərəcənin cavabı ya müsbətdir, ya 0.
Əgər onlar müsbət olsaydı, onların cəmi 0 eləyə bilməzdi. Əgər cüt dərəcədən köklərin cəmi 0-dırsa, yadımızda saxlayırıq ki, bunlar ayrı-ayrı 0-a bərabərdir. Yəni 3z çıx 9 da 0-a bərabərdir. 2x üstəgəl 3z çıx 11 də 0-a bərabərdir. 5y çıx 7z üstəgəl x də 0-a bərabərdir. İndi birinciyə baxırıq. Birincidə 3z bərabərdir 9-dan, z-i aldıq 3. Z-in qiymətini gətirib burada əvəzləyək. 2x üstəgəl z-in yerinə 3 yazdıqsa orada 9 eləyəcək. Buradan 2x çıxılsın 2 bərabərdir 0. X bərabərdir 1 gələcək. İndi x ilə z-in qiymətlərini qoyub yerinə y tapaq. Z-i 3 tapmışdınız. X-i isə 1 tapmışsınız. Olur 5y çıx 20 bərabərdir 0. 5y bərabərdir 20-dən də y-i 4 alırıq. Düzdürmü? Bizdən x üstəgəl y üstəgəl z soruşulmuşdu. 1 üstəgəl 4 üstəgəl 3 cavab eləyəcək 8. Yəni D variantı. Keçirik 51-ci suala. Yadımızda nə saxlamışdıq? Əgər hansısa bir ifadənin qüvvətində mənfi kəsir varsa, bu ifadə hər zaman 0-dan böyükdür. Böyükdür 0 yazıb həll eləyəcəyik. 52 də eyni qayda ilə qüvvətdə mənfi ədəd varsa, içəri həmişə 0-dan böyükdür. Mənfi kəsir varsa, mənfi kəsir. Yadınızda saxlayın. Böyükdür 0-dan qoyub həll edəcəyik. İndi baxaq, yuxarını vuruqlara ayırmalıyıq uşaqlar. 7A-nı elə parçalamalısınız ki, vuranda 1 ilə -8-in hasili, yəni -8 toplayanda -7 olsun da -8 ilə müsbət 1-dir. Vuruqlara ayırmada çox işlədik bundan. Bunların ikisindən bu A kvadratıdır. A-nı çıxardırıq, üstəgəl bu da A çıx 8 böyükdür 0. A çıxılsın 8, vurulsun A üstəgəl 1 böyükdür 0-dan. Bunu aşağıda yazım, sonra həll eləyərik. Deməli, kökləri ədəd oxunda göstərirsiniz. Köklər deyəndə 0-a çevirən qiymətlərdir. Birinci mötərizəni 0-a çevirən qiymət 8-dir, ikincini -1 ardıcıl yazırsınız. 8-dən böyük bir ədəd 9 qoysanız yerinə. 9-dan 8 çıxanda müsbət. 9-un üstünə 1 gələndə müsbət, müsbətə vuranda müsbət. Demək, bura müsbət eləyəcək. Mənfi və müsbət. Sizə müsbət yer lazımdır. Bir buradadır, bir də burada. Deməli, A-nın qiymətləri ya -1-dən kiçik ədədlərdir, ya da 8-dən böyük ədədlər. Bizə deyir A-nın ən kiçik natural qiyməti. Burada natural yoxdur da uşaqlar. Buralar mənfi ədədlərdir. Burada natural yoxdur. Naturallar 8-dən böyükdür. 8-dən böyük ədədlərin içində ən kiçik qiymət, natural qiymət, mötərizədə n olduğunu qeyd edirəm, 9-dur. Deməli, testin cavabı 9 olacaq. Eyni qayda ilə 52-ni yazırıq. İçəri həmişə 0-dan böyük olmalıdır. Müsbət 2-ni elə yazmalıyıq ki, 2 ədəd kimi. Vuranda -15 etsin. Bunların hasili toplayanda 2. Təbii ki, 5A ilə -3A. 5-nin -3 vuranda -15 toplayanda 2. Bunların ikisindən kvadratı da var. Bunların ikisindən A-nı ortaq vuruq çıxardırıq və bunların ikisindən 3-ü ortaq vuruq çıxardırıq. A üstəgəl 5-i çıxartdım, qalır A çıx 3. Böyükdür 0-da. Deməli, uşaqlar, ədəd oxunda mötərizələri 0-a çevirən ədədləri qeyd etməliyik. Birincini 0-a çevirən ədəd -5-dir, ikincini 3. 3-dən böyük, məsələn, 4 yazsam A-nın yerinə. Bura müsbət, bura müsbət. Müsbətlər vuranda müsbət. Sonra ardıcıl gedəcək işarələr. Buranı təyin etdirsə ardıcıl gedir. Bizə müsbət yer lazımdır. Yəni, A ədədləriniz ya buradadır, ya da burada 3-dən böyük. Bizdən də soruşur ki, ən kiçik natural qiymət. Ən kiçik qiymət, özdə natural qiymət yazmalıyıq. Mənfi tərəfdə natural yoxdur, 3-dən böyükdür naturallar. 3-ü ala bilmədiyinə görə cavab 4. 52-nin cavabı oldu 4. 53-cü sualla davam edirik. Uşaqlar, 53-cü sualın ip ucusu sonuncu hissədədir. Uşaqlar, baxın, kökün altında yazıb 2 çıxılsın A.
Sonradan kvadrat yazıb. Yəni mötərizənin içərisində adi kök altında 2 çıxılsın A yazısı görürsünüz. Bu yazıya əsasən kökün içərisi hər zaman sıfırdan böyük bərabər olmalıdır. Yəni müsbət olmalıdır. Çünki cüt dərəcədən kökdür. Belə çıxır ki, mənfi A böyük bərabərdir mənfi 2-dən və hər tərəfi mənfiyə böldüyünüz zaman bərabərsizlik işarəsi əksinə dəyişər. 2-dən kiçik bir ədəddir A-nız və yaxud 2-yə bərabər bir ədəddir. İndi bunu ona görə yazırıq ki, ifadə 4-cü dərəcədən köklə gedəndə qüvvət qalır modulda. A açıq 3, amma modulda yazmalısınız. Sonra üstəgəl, burada 3-cü dərəcə tək dərəcə. Tək dərəcədən gedəndə burada ifadə olduğu kimi qalacaq. 3-cü kvadratla kök gedir. İfadə zaten müsbət bir ifadədir. Çünki kökün içərisinə siz mənfi ədəd yaza bilmərsiniz. Bunu modulda yazmağa ehtiyac yoxdur. Yazsaz da səhv sayılmır. Bərabərdir. İndi A çıxılsın 3 ifadəsinə baxanda A 2-dən kiçik bir ədəddir. 2-dən kiçik bir ədəd məsələn 1 götürsəniz, 1-dən 3 çıxanda bu mənfi olur. Mənfi ədəd də moduldan əksinə çıxdığı üçün 3 çıx A yazacaqsınız. Burada 2 çıx, 2 A çıx 1, üstəcə burada 2 çıxılsın A. Deməli, mənfi A, mənfi A, mənfi 2A, müsbət 2A ilə gedir. Bunlar islah. Yerdə qalır 3 çıx 1, üstəcəl 2. Bunun da cavabı olacaq 4. Deməli, bu sual yeni sual uşaqlar. Amma 54 yeni deyil. 54 köhnə toplumumuzda da var idi. Deməli, 54-ün də ipucusu yenə axırdadır. Kökün altında 4-cü dərəcədən yazıb 3 çıxılsın A. 3 çıxılsın A, cüt dərəcədən kökün içərisində bir ifadə olduğu üçün hər zaman sıfırdan böyükdür və yaxud bərabərdir. Hər tərəfi mənfi ədədə böldüyümüz üçün burada bərabərsizlik işarəsi dəyişdi. İndi gedirik hesablamağa. Köklə kvadrat gedəndə ifadə qalar modulda. 3 kubla gedəndə burada ifadə olduğu kimi modulda yazmırsınız. Çünki tək dərəcədir. 4 gedəndə ifadəni modulda yazmağa ehtiyac yoxdur. Çünki içərisi zaten müsbət bir ədəddir. 3 çıx A, onsuz da müsbət bir ədəddir. Modulda yazsanız da olduğu kimi çıxacaq. Ona görə modulda yazmağa ehtiyac yoxdur. İndi A çıxılsın 4-ə baxırıq. 3-dən kiçik bir ədəddə A, məsələn 2-dir. 2-dən 4 çıxanda bu mənfi olur. Mənfi ədəddə moduldan çıxanda əksinə çıxacaq. A çıx 4-ün əksi 4 çıxılsın A-dır. Qalan hər şeyi olduğu kimi yazırıq uşaqlar. Və baxırıq, mənfi A, mənfi 2A-nı verir. Üzərinə də 2A gələndə bunlar gedir. Qalır 4 çıx 5, üstəgəl 3. Onun da cavabı olacaq 2. Deyir, bunların həndəsi ortasını tapın, yeni sualdır uşaqlar. 2 ədədin həndəsi ortasını tapmaq üçün, A və B-nin həndəsi ortası üçün siz yazmalısınız, kökün altında A vurulsun B. 2 ədədin həndəsi ortasını tapanda kök altında bu ifadəni yazmalısınız. Yəni, kök altında onların hasili. İndi biz yazmalıyıq böyük bir dənə kök. Sonra bu ədədlərin hasili, yəni kök altında 19 çıx 4 kökdə 15 vurulsun. Kök altında 19 üstəgəl 4 kökdə 15. İndi uşaqlar, burada köklərin dərəcələri ikisi də eyni olduğu üçün siz bunları bir kökün içərisində yaza bilirsiniz. Bir var böyük kökümüz. Bir də var bu köklər. Bunların ikisini bir kökün içərisində yazacaqsınız. 19 çıx 4 kök altında 15. Bir də 19 üstəgəl 4 kök altında 15. Bu kök işarəsini bura qədər uzatmalıyıq. Deməli, bunu da burada bağlayırıq. 2 dənə kökün içərisində. Bunlar bizə bir dəfə toplama, bir dəfə çıxma kvadratlar fərqini verəcək. 15. Kök bağlandı, kök bağlandı. 2 dənə kökün içərisində. 19-un kvadratı 361. 4 kökdə 15-in kvadratı, 4-ün kvadratı 16-dır. Kök 15-in kvadratı 15. 16-nı 15-ə vurmalıyıq, görək neçə eləyəcək. Baxaq. Deməli, burada 33 yadda 8, 6, 1 toplayanda 240. Deməli, bundan 240 çıxmalıyam. Uşaqlar, bu hissəsini silirəm. Buranı sildim. 361-dən 240 çıxanda qalır 121 kökün altında. Amma bir dənə də kök var. Bərabər olacaq kök altında 11. Ədədinin həndəsi ortasını tapın, cavab kök altında. 56-cı sualda yeni sualda uşaqlar, deməli.
Kök altında 5-ci dərəcədən 25 üstü 7-dən 1, 2, 3, 4, 5 dənədir. Onu da yazırıq. 5 dənə 25 üstü 7-ni toplamaq 5 vurulsun 25 üstü 7 yazmaq deməkdir. Aşağıya baxırıq. Aşağıda kökdə 36 6-nın kvadratıdır. Kökdə 6-nın, belə yazsam, kvadratı yazsam sizə aydın olacaq. Bu da kub düsturunun açılışıdır. Bax, A çıxılsın B. Burada A-nın kvadratı AB, A-nın kvadratı üstəgəl AB, üstəgəl bir də B-nin kvadratı olacaq. Hansı düsturun açılışıdır uşaqlar? Kublar fərqinin, yəni 3-cü dərəcədən 6-nın kubu çıx 1-in kubunun açılışıdır. Yuxarıya baxırıq. 5-ci dərəcədən 5 vurulsun 25 5-in kvadratıdır. Üzərində də 7 var. Deməli, aşağıda 3 ilə kub dərəcə gedir, qalır 6 çıx 1. Sonra yuxarıya təzdən baxırıq. 5-ci dərəcədən 5 vurulsun 5 üstü 14. Bölünsün 5. Bu da olacaq 5-ci dərəcədən kök altında 5 üstü 15 böl 5. Bu deməli 5 ilə 15 gedir, 5-in kubu qalır. 5-in kubunu da 5-ə böləndə 5 5 üstü 1 deməkdir də uşaqlar. Üstlər çıxılır, qalır 5-in kvadratı. Onun da cavabı 25. Deməli testimizin cavabı olur 25. Keçirik 57-ci suala. Deyir 4-cü dərəcədən kök altında. Uşaqlar, bax 125-i siz yazacaqsınız 5-in kubu. Vurulsun 3-cü dərəcədən 25-i də 5-in kvadratı yazaq. Bölünsün, bölməni kəsirlə yazım. Kəsirlə daha səliqəli görünür. 25-i 5-in kvadratı vurulsun elə 5-in kubu. Kök altında 5 də uşaqlar. 2-ci dərəcədən kök altında 5 deməkdir. Qüvvətində də 1 var deməkdir. Deməli, yuxarıya baxırıq 4-cü dərəcədən 5 üstü 4 vurulsun 5 üstü 3-də 2. 3-də 2. Ya belə yazaq, ya da gəlin birbaşa kökdən azad eləyək bunları uşaqlar. Birbaşa yazaq. Bax, bu kökə, bu 5-ə baxsanız, bunu 5 üstü yazmalısınız 3 böl 4 kəsir qüvvətlə yazanda. Kökün dərəcəsi məxrəcə, qüvvətin sürətə. İkinci 5-ə baxsanız, 5-in qüvvətində 2 var, amma 5 2 dənə kökün içərisindədir. Köklərin dərəcəsi 1-i 3-dür, 1-i 4. Onları vurub məxrəcə yazarlar. Keçirəm məxrəcə. Bu 5 üstü 5 edir uşaqlar. 5 üstü 5 deməkdir də. Onu mən 5 üstü 5-i sürətə, kökün dərəcəsi məxrəcə yazıram. Sonra ikinci 5-ə baxsan, qüvvətində 1-dir, onu sürətə. 2 dənə kökün içərisindədir də, həm bu kökün, həm yuxarıdakı kökün. Demək 2 ilə 6, vuranda 12. Belə. İndi yuxarıda vurma var, onda qüvvətləri toplamalısınız. Aşağıda da 5-lərin arasında vurma var, qüvvətləri toplamalısınız. İndi toplayaq. Yuxarı 12-də. Deməli, bunu 3-ə vurmalısınız. 9 üstəgəl 2, 11 edir. Aşağıya baxanda 5 üstü 12-də. Bunu 2-yə vurursunuz. 2 dəfə 5, 10, üstünə 1, 11. 5 üstü böləndə də qüvvətlər çıxılar. Uşaqlar, bu kəsirləri bir-birindən çıxanda qalır 0. 5 üstü 0-ın da cavabı 1. Keçirik 58-ə. Altmış 4'ü yazırıq. 2'nin üstü 6. Vurulsun 3-cü dərəcədən kök. 16'nı 2'nin üstü 4. Bölünsün 6-cı dərəcədən 16'nı 2 üstü 4 vur. 4'ü 2'nin kvadratı üstündə də 3 var. Vur kök altında 4'ü yenə 2'nin kvadratı. Hamısını 4'ün qüvvətləri şəklində də yaza bilərdik. Yox, belə yazdım. Deməli, birincini 2 üstü 6 bölünsün 4 yazacağıq. İkincini 2 üstü qüvvətində 4 yazılıb. Biz də 4 yazırıq. 2 dənə kökün altındadır. Bu deyir 12. Bölünsünü kəsirlə yazım uşaqlar rahat görək deyə. 2 üstü, bax buna baxın.
ya da belə eləyək. Bunların hamısına birdən baxaq. 2-ni 3-ə vuranda 6, 6 dənəsi orada, 4 dənəsi burada. 2 üstü 10 deməkdir. 10 sürətdə yazılar. Kökün dərəcəsi aşağıda məxrəcdə. Vurulsun 2 üstü, bax qüvvətində 2 yazılıb sürətdə. Amma bu 2 dənə kökün altındadır. Bu 2, bir bunun, bir bunun. Birinin kökün dərəcəsi 2-dir, birinin 6. Onları vurub aşağıda yazarlar. İndi vuranda üstlər toplanılır. Yuxarıda yazmalıyam 4-də 6, üstə gəl 12-də 4. Aşağıda da yazmalıyam 2 üstü 6-da 10, üstə gəl 12-də 2. Deməli, yuxarıya baxsaq 2 üstü 12-də mən bunu 3-ə vurmalıyam ortaq məxrəci gətirəndə. 6 dəfə 3, 18, üstünə 4 gələndə 22. Keçirəm 2-yə aşağıya, 12 ortaq məxrəcdir. Bunu 2-yə vurursunuz, 10, üstəcə 2, 12. 2 üstü 12-ni 2 üstü 12-yə, 12-də 12, bu 22 edir uşaqlar. Bölmək, böləndə qüvvətləri çıxacaqsınız. Üstü 0 edir, cavab 1. Və yaxud belə yanaşa bilərsiniz. Sürətlə məxrəc eynidir, ixtisar gedir 1. Keçirik 59-cu suala. Kökün dərəcələrinə fikir verin. Biri 6-dır, biri 2-dir, biri 3. Hamısını 6-cı dərəcədən bir dənə kökün altında yazacağım. Yuxarıdakı elə 6-cı dərəcədən kökün altında idi deyə nə olduğu kimi yazıram. Aşağıdakına baxanda bunu 6-cı dərəcədən kök etməkdən ötürü gərək kuba yüksəldəm. Yazacağım 4 çıx kök 15-in kubu. Vurulsun, o birisinin 6-cı dərəcədən kök etməkdən ötürü kökün dərəcəsini 2-yə vurub bunu kvadrata yüksəldəcəm. O da olacaq 4 üstəcək kökdə 15-in kvadratı. Bunlar hamısı 6-cı dərəcədən kökün içərisində olurlar deyənə onu bir dəfə yazıram. Bu kökü bir dəfə yazıram. İndi bunu mötərizəyə alıb bu kubla ixtisar etsəm aşağıda qalacaq 2 dənəsi. Onda nə yazıram? 6-cı dərəcədən yuxarıda heç nə qalmır. Aşağıda 4 çıx kökdə 15-in ikisi qalır. Bir də 4 üstəcək kökdə 15-in ikisi. İndi 2-ci dərəcələrlə 6-cı dərəcələri də ixtisar aparıb 3-cü dərəcədən kök yaza bilərsiniz. 4 çıx kökdə 15 və bir də 4 üstəcək kökdə 15 qalır. Məxrəcə baxanda kvadratlar fərqi düsturunu verir sizə uşaqlar 3-cü dərəcədən. Kvadratlar fərqi, yəni 4-ün kvadratı 16, kökdə 15-in kvadratı 15. 16-dan 15 çıxanda 1, bu da edir 3-cü dərəcədən 1. 3-cü dərəcədən 1-in də cavabı təbii ki 1. Keçirik 60-cı suala uyğunlaşdırmadır uşaqlar. 60. Birinciyə baxırıq. Birincidə deyir ki, 4-cü dərəcədən A üstü 4. Bunu hesaplamalıyıq uşaqlar. Bunlar gedib ifadə modulda qalmalıdır. Amma bizə deyir ki, cavab A-dır. İndi siz düşünməlisiniz ki, hansı ədəd moduldan olduğu kimi çıxır. Təbii ki, müsbət ədədlər. Demək, A-nız 0-dan böyük bərabərdir. Yəni 0 müsbət sonsuzluq. Müsbət ədədlər. 3-ünü ödəyir. İkinci. 3-cü dərəcədən A-nın kubu. Uşaqlar, tək dərəcələr gedəndə ifadə çıxmalıydı A. Amma bizə deyib ki, bunun cavabı mənfi A-dır. Yəni, mən A almalıydım, amma mənfi A alınıb. Hansı ədədin özü əksinə bərabərdir? Bunu düşünməlisiniz. Yalnız 0 üçün bu doğrudur. Üçüncüyə baxırıq. 6-cı dərəcədən 6, cüt dərəcə. Cüt dərəcələr gedəndə ifadə modulda qalmalıydı. Yazmalıydı modula, amma o yazıb mənfi A. Siz düşünməlisiniz ki, hansı ədədlər moduldan çıxanda əksinə çıxır? Mənfi ədədlər, düzdürmü? Deməli, bu ancaq A-nın mənfi qiymətlərində doğrudur. Mənfi qiymətlər də nədir? Mənfi sonsuzluqdan 10-a qədər. Baxaq. A-nın istənilən qiymətində doğrudur. İstənilən qiymətin cavabı mənfi müsbət sonsuzluqdur. Biz belə bir cavab heç birində almadıq. Yalnız 0 olduqda doğrudur. Bu 2-yə gedəcək. B variantı getdi 2-yə. Yalnız 0 müsbət sonsuzluqda doğrudur. C variantı getdi 1-ə. Yalnız mənfi sonsuzluq 0-da D variantı 3-ə. Yalnız A bərabər mənfi 1 olduqda doğrudur. Belə bir şey yoxdur. Almadıq belə bir cavab. 61-ə baxırıq. Birincidə deyir ki, 5-ci dərəcədən A üstü 5. Bunlar gedir, qalır cavab A. Amma bizə deyir ki, bunun cavabı mənfi A-dır. Yəni, mən A almışam, A-nın mənfi A-ya bərabər olduğunu deyir. Hansı ədədin öz əksinə bərabərdir? Yalnız 0 üçün bu doğrudur, uşaqlar. Müsbət yazsanız əksinə bərabər deyil, mənfi yazsanız yenə əksinə bərabər deyil.
Üçüncü dərəcədən A-nın kubu. Biz bilirik ki, tək dərəcələr gedəndə ifadə qalmalıda olduğu kimi. Elə bizə də A yazıbdı cavabın. A, A-ya bərabərdir. Nə vaxt? A-nın istənilən qiymətində. A-nın istənilən qiyməti. Nə deməkdir? A-nın yeni siz nə qoysaz ödəyəcək? Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq. 3-ə baxırıq. 4-cü dərəcədən A üstü 4 deyir. Cüt dərəcələr gedəndə ifadə modulda qalır və bunun cavabı deyir mənfi A-ya bərabərdir. Hansı ədədin öz modulu onun əksinə bərabərdir? Təbii ki, mənfi ədəd olsun ki, modulunun əksinə bərabər olmuş olsun. Yəni, mənfi sonsuzluq A, 0. Baxaq. A-nın istənilən qiymətində doğrudur. Biz A aldıq 2-də. Yalnız 0 olduqda doğrudur aldıq 1-də. Yalnız 0 müsbət sonsuzluqda doğrudur. Belə bir şey heç yerə getməyəcək. Biz almamışıq elə bir cavab. Mənfi sonsuzluq 0-da doğrudur. D variantı getdi 3-ə. Yalnız mənfi 1-də doğrudur. Belə bir şey də almamışıq. B, A, D olacaq uşaqlar. Keçirik 62-yə. Deyir ki, birincidə x y-dən böyükdür. İkincidə x y-dən kiçikdir. Üçüncüdə x y-ə bərabərdir. Nə etməliyik? A variantına baxırıq. X-in cavabı 3-cü dərəcədən 2-dir. Y-in cavabı kök altında 3-dür. Müqayisə etmək üçün bu 2-ci dərəcə sayılır da. Müqayisə etmək üçün köklərin dərəcələrini bərabərləşdirməliyim. 6-ya gətirməliyim. 2-yə vururam. 2-ci dərəcədən qüvvətə yüksəldirəm. Bu edir 6-cı dərəcədən 4. Bunu 3-ə vurub kuba yüksəltməlisiniz. 6-cı dərəcədən 3-ün kubu 27. Hansı böyükdür? 27 yoxsa 4? Təbii ki, y x-dən böyükdür. Yəni, x kiçikdir. Deməli, yazdıqca aparıb yazaq da yanına. A variantı getdi 2-yə. B-yə baxaq. X 3-cü dərəcədən 4. Y isə 4-cü dərəcədən 3-dür. Gətirəcəm 3-ün 4-ü ortaq 12-yə. Bunu 4-ə vurub 4-ə yüksəltməliyəm. 3-ə vurub 3-ə yüksəltməliyəm. 12-ci dərəcədən 256. 12-ci dərəcədən 27. Hansı böyükdür? Təbii x böyükdür y-dən. X böyükdür y cavabı A birincidədir. B variantı gedir 1-ə. C-yə baxırıq. X kökdə 5-dir. Y 4-cü dərəcədən 25-dir. Bunu kök də ala bilərsiniz. Eyni dərəcəyi də gətirə bilərsiniz uşaqlar. Gəlin elə eyni də. Gəlin kök alaq da nə olacaq? 25-i 5-in kvadratı yazıb kvadratla 4-ü ixtisar etsəniz 2-ci dərəcədən kök 5 qalır. Deməli x-lə y burada bərabərdir. C variantı getdi 3-ə. D-yə baxaq. X bərabərdir 3-cü dərəcədən 3, y bərabərdir 5-ci dərəcədən 5. 15-ə gətiririk hər ikisini. Bunu 5-ə vurub 5-ə yüksəldirik. Bunu 3-ə vurub 3-ə yüksəldirik. Deməli, 15-ci dərəcədən 243, 15-ci dərəcədən 125. Hansı böyükdür? X daha böyükdür. X daha böyüksə D variantı gedəcək 1-ə. Və son olaraq x bərabərdir 4-cü dərəcədən 8, y bərabər 8-ci dərəcədən 64. Eyni dərəcəyi də gətirə bilərsiniz. 64-ü 8-in kvadratı kimi yazıb, kök alsanız 4-cü dərəcədən 8, x və y bərabərləşəcək uşaqlar. Y variantı da getdi 3-ə. Uyğunlaşdırmamız 1B-də 2A, 3Y, C şəklində olacaq. Belə qəşəng bir misal. 63-ü də eyni qayda ilə yazırıq. Deməli, A variantında deyir ki, x kök altında 2-dir, y 7-ci dərəcədən 7-dir. Bu 2-ci dərəcədən 2, bu 7-ci dərəcədən 7. Uşaq 14-ə gətirək. Bunu 7-yə, bunu 2-yə vururuq, 2-yə yüksəldirik. 2 üstü 7 neçə eləyir? 128. 2 üstü 7 üstü 2 də 49. Hansı böyükdür? X y-dən daha böyükdür. Deməli, A variantı gedəcək 1-ə. İndi B-yə baxırıq. X bərabərdir 4-cü dərəcədən 6, y 8-ci dərəcədən 36. Mən kök ala bilirəmsə kök alacağım. Uşaqlar daha rahat olur. Hansılar içində kök almaq mümkündür? Ala bilərsiniz. 4-cü dərəcədən 6 görürsünüz. X və y bərabərləşdi burada.
B variantı x və y-in bərabər olduğu hala uyğundur. C 5-ci dərəcədən 3 x-imiz, y isə 3-cü dərəcədən 5-dir. 15-ə gətirməliyəm. Bunu 3-ə, bunu 5-ə. 3-ə vurdumsa 3-cü dərəcəyə yüksəltməliyəm, 5-ə vurdumsa 5-ci dərəcəyə. 15-ci dərəcədən 27. Aşağı 15-ci dərəcədən 5 üstü 5 uşaqlar. 625 vurulsun. 5 hər neçədirsə bir də yazmıram. Buradan aydın görürsünüz ki, y daha böyükdür. X y-dən kiçikdir. C variantı gedəcək 2-yə. Və D-yə baxırıq. X bərabər kök altında 2, y bərabərdir 6-cı dərəcədən 64. 6-cı dərəcədən 64-ü mən 2 üstü 6 yaza bilərəm və 6-lar ixtisar gedər, qalar 2. 1 var 2, 1 var kök altında 2. Təbii ki, 2 daha böyükdür. X y-dən kiçikdir. D variantı getdi. X y-dən kiçikdir 2-yə. Və Y variantına baxırıq. Artıq burada köklərin dərəcələrini eyniləşdirək. Çünki kök ala bilmirik heç birindən. 12-yə gətirəcəm. Bunu 3-ə vurub kuba yüksəldirəm. 4-ə vurub üstü 4-ə yüksəldirəm. Bu olacaq 12-ci dərəcədən 125. 12-ci dərəcədən 81. Hansı böyükdür? X y-dən daha böyükdür. X y-dən böyükdür. Y variantı gedir 1-ə. Deməli 64-ə baxırıq. Uşaqlar, yadınızda saxlayın. Əgər hansısa bir ifadənin qüvvətində kəsr varsa, müsbət kəsr varsa, onun içərisində dayanan ifadə, yəni əsas deyirik də buna, sıfırdan böyük bərabər olmalıdır. Bu birinci. İkinciyə baxırıq. Əgər qüvvətdə mənfi ədəd varsa, o mənfi qüvvət həmin kəsri ifadəni məxrəcə salacaq. Məxrəc də sıfır ola bilmədiyi üçün açıq 1 bu dəfə sıfırdan böyük bərabər yox, ancaq sıfırdan böyük olacaq. Üçüncüyə baxanda isə 3-cü dərəcədən kökün içərisində siz hər şey yaza bilərsiniz. Açıq 1-in kvadratı istənilən ədəd ola bilər. Zaten kvadratda o müsbətdir də. İndi birinciyə baxanda A 1-dən böyük bərabər olacaq. Yəni 1 müsbət sonsuzluq qapalı. İkinci 1-dən böyük olacaq. 1 müsbət sonsuzluq amma açıq. Üçüncüdə hər şey ödəyir uşaqlar. İstənilən ədəd ola bilər. 3-cü dərəcədən kökün altındadır. Bu desəniz ki, birinci və üçüncü eynidir. Üçüncünü sadələşdirdikdən sonra birinci halına gətirə bilərsiniz. Amma üçüncü verilmiş əsas formaya baxmalısınız, orijinal formaya. Orijinal formada biri kök altı ifadədir, funksiya kimi baxsanız. Biri kəsr funksiya. Kəsr ifadələrdə içərinin mənfi olan halına baxılmır. Bax, belə deyirik. Kəsr qüvvət varsa, əgər qüvvətdə içərinin mənfi olan halına baxılmır. Bu qüvvət funksiyalarından əlaqəli bir şeydir. Üslü loqaritmik funksiyalarda da bunun ətrafı izahlı veriləcək. Ətraflı şəkildə izah veriləcək. Deməli, uşaqlar, indi baxırıq. A-nın istənilən qiymətində mənası var. A variantı 3-ə gedir. Yalnız bir müsbət sonsuzluq olduqda özdə qapalı mənası var. B variantı 1-ə gedir. Bir müsbət sonsuzluq açıq olduqda bu C 2-yə gedir. A-nın ən kiçik tam qiyməti D yenə də 2-yə gedir. Çünki birdən böyük ədədlərin içərisində 1 o demədiyi üçün ən kiçik 2-ni götürəcəksiniz. A-nın ən kiçik tam qiyməti 1-dir. Elə Y variantı da 1-ə uyğun gələcək. 65-ci suala baxırıq. Birinci, qüvvətdə dayanıb müsbət kəsr. Qüvvətdə əgər müsbət kəsr varsa, əsas həmişə sıfırdan böyük bərabərdir. Qüvvətdə əgər mənfi kəsr varsa, mənfi onu məxrəcə saldığı üçün məxrəcdə sıfır ola bilməz. Bu ancaq sıfırdan böyükdür. Bunların mənfi olan halına baxılmır. Üçüncüyə baxırıq. 5-ci dərəcədən kök altında yazılıb. Uşaqlar, tək dərəcədən kökün içərisində siz hər şey yaza bilərsiniz. A istənilən qiymət ola bilər. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Tək dərəcədən kökün içərisində hər şey yaza bilərsiniz. Birinciyə baxanda mənfi 2-dən böyük bərabər ədədlər, yəni mənfi 2 müsbət sonsuzluq. İkinciyə baxanda A böyükdür mənfi 2-dən. Burada mənfi 2-ni almadığı üçün açıq mötərizə yazacaqsınız.
İndi baxırıq, A-nın ən kiçik tam qiyməti -2-dir. Bu A variantı getdi 1-ə. Həqiqətən qapalı yazmaq o demək ki, -2-ni alır və ondan yuxarı ədədlər alacaq. A-nın istənilən qiymətində mənası var. B variantı getdi 3-ə. A-nın ən kiçik tam qiyməti -1-dir. C variantı 2-yə. Çünki -2-dən böyük ədədlər olmalıdır. Orada da -1, sonra 0, 1, 2 və s. gedir. Onların içərisində ən kiçiyi -1-dir. Yalnız -2 açıq interval müsbət sonsuzluq olanda ödənir. Bunu D-də tapmışıq, görürük. Y-dəki cavabı da 1-də tapmış. D-ni 2-də tapmışıq, Y-ni 1-də tapmışıq. 1Y-A, 2C-D, 3B. 66-cı sualla davam edirik uşaqlar. Son 5 sualımız qaldı bu başlıqdan. Deməli, birinci suala baxırıq. Cüt dərəcədən köklər gedirsə, ifadə qalmalıdır modulda. Yazırsınız, modulda 2 çıxılsın, kök altında 5. Sonra bu modul içərisi mənfi ədəd. Çünki 2 kök altında 4 deməkdir. Balacadan böyük çıxırsınız, mənfi. Mənfi ədəd əksinə çıxar. Kökdə 5, çıx 2 kimi. Sonra ikincini keçirik, sadələşdiririk. Tək dərəcələrdən köklər gedəndə ifadə qalar olduğu kimi. 2 çıx, kökdə 5. Üçüncüyə baxırıq. A bərabər kökdə 3-ü yuxarıdan ortaq vuruq çıxart. 1 üstəgəl kökdə 5 qalacaq. Aşağıdakı kökdə 12-də kökdə 3 vur kökdə 4 kimi parçala ki, kökdə 3-ləri ixtisar eləyə biləsən. 1 üstəgəl kökdə 5 bölünsün 2 qaldı. İndi bizdən soruşur ədədin tam hissəsi hardadır və ədəd özü hansı aralıqda yerləşir. Bunun üçün təqribi kök almalıyıq. Kökdə 5-dən təqribi çıxır 2 tam nə qədərsə. Nəsə yaza bilərsiniz. 2 tam onda 3 yanına yazdığınız ədədin mahiyyəti o qədər də çox yoxdur. Bərabərdir. 2 tam onda 3-dən 2 çıxanda 0 tam onda 3 qalır. 0 tam onda 3-ün tam hissəsi neçədir? 0. Tamı 0-dır. Çünki 0 tam onda 3 hansı iki ədədin arasında yerləşir? 0 ilə 1-in. Deməli, A 0 ilə 1-in arasında yerləşir. Və tam hissəsi 0-dır. Deməli, bizə uyğundur C variantı burada. C-ni yazdıq. Tam hissəsi 1-dir, -1-də buna uyğun olmadı. İndi buna baxırıq. 2 çıxılsın, təqribi 2 tam onda 3. Bu eləyəcək -0 tam onda 3. Uşaqlar, -0 tam onda 3 ədədi, A ədədi kimi baxırıq da ona. Yerləşir -1 ilə 0-ın arasında bir ədəd. Və bu ədədlərin tam hissəsini tapanda həmişə kiçiyin götürməlisiniz. Deməli, -1 ilə 0-ın arasında yerləşdiyi üçün onun tamı -1-dir. Tam hissəsi -1-dir. Y variantı 2-yə uyğundur. Özü də yerləşir -1, 0-ın arasında B variantı da 2-yə uyğundur. 3-ə baxırıq. Yenə də eyni qayda ilə. Bunun yerinə 2 tam onda 3 yazın, bölünsün 2. 3 tam onda 3-ü böləndə 2-yə düşəcək 1 tam %65. 1 tam %65 yerləşir 1 ilə 2-nin arasında. Sizin A ədədiniz 1 ilə 2-nin arasındadır. Onda bunun tam hissəsi də olur 1. Deməli, A ədədi yerləşir 1 ilə 2-nin arasında. A variantı buna gedir. Tam hissəsi 1-dir. D variantı da buna uyğundur. Keçirik 67-ci suala. Tək dərəcədən köklər gedəndə uşaqlar ifadə qalır olduğu kimi. Yəni, necə var, elə götürüb yazırsınız. İkinciyə baxırıq. Cüt dərəcədən köklər gedəndə isə götürüb onu modulda yazmalısınız. Köklə qüvvət gedəndə kökdə 7 çıxılsın 3-ü modulda yazırsınız. Çünki onun cavabı mənfi ola bilməz. Üçüncüdə kökdə 7-ni ortaq vuruq çıxardırsınız. Yuxarıda qalır 1 üstəgəl kökdə 5. Aşağını isə kökdə 7 vurulsun, kökdə 4 kimi parçalayaq ki, biz ixtisarlarımızı edə bilək. Yəni, 1 üstəgəl kökdə 5 bölünsün 2 qaldı. İndi təqribi qiymətlərinə baxırıq. Kökdə 7, 2-nin kvadratı 7-yə ən çox yaxındır da, düzdürmü? Onda 2 tam, onda tutaq ki, 6 yazıram. Çıxılsın 3. Bunun təqribi qiyməti olacaq. Bu 6-ın yerinə 7 yaza bilərsiniz, 5 yaza bilərsiniz. Önəmli deyil. Bunun qiyməti olacaq -0 tam onda 4. -0 tam onda 4 ədədi, yəni A ədədi yerləşir -1 ilə 0-ın arasında. Ona görə bunun tam hissəsi həmişə kiçik götürüldüyü üçün -1 olacaq. Deməli, ədədimiz yerləşir -1 ilə 0 arasında. B variantı buna uyğundur və tam hissə -1-dir. A variantı uyğundur. İkincisinə baxırıq. 3 kök altında 9 deməkdir. Bu demək ki, balacadan böyük çıxırsınız, yəni ədəd mənfidir. Əgər ədəd mənfidirsə, bu 9-u silirəm.
Əgər ədəd mənfidirsə, əksinə çıxacaq. 3 çıx köhdə 7. Təqribi qiymət yazmalıyıq ki, tam hissəni görək. Köhdə 7, 2 tam onda 6. Onda bunları çıxanda 0 tam onda 4 qalacaq. Müsbət 0 tam onda 4. 0 tam onda 4 ədədi də 0 ilə 1-in arasında yerləşən bir ədəddir. Ona görə tam hissəsi olacaq 0. Kiçiyi götürülür. Deməli, ədəd 0 ilə 1-in arasında yerləşir. Deməli, tam hissəsi o zaman 0-dır. Tam hissə 0-dır variantı yoxdur deyə yazmırıq. Keçirik üçüncüsünə. Köhdə 5-i 2 tam nə qədərsə, tutaq ki, onda 3 yazın. Bölünsün 2-yə. 3 tam onda 3 böl 2. O eləyəcək 1 tam %65. 1 tam %75 ədədi, yəni 65 ədədi, yəni A ədədi yerləşir 1 ilə 2-nin arasında. 1 ilə 2-nin arasında yerləşən bir ədədin də tam hissəsi 1 olar. Tam hissəsi 1-də ədəd 1 ilə 2-nin arasında yerləşir. D və Y variantı da uyğun gəlir 3-ə. Və keçirik 68-ci suala. A sıfırdan kiçikdir, B sıfırdan böyükdür. Yəni A mənfidir, B müsbətdir. Belə deyək. Birinciyə baxırıq uşaqlar. Cüt dərəcələr getdi, qalır ifadə modulda. 8-dən 3-cü dərəcədən kök çıxdı 2, B kubu ilə də kub gedəndə qalır elə B. Tək dərəcə getsə modulda yazmırsınız. 6 cütdür, bunlar gedir, modulda qalır. Sonra sadələşdirəcəm uşaqlar. İkinciyə baxırıq. Tək dərəcələr getdi, ifadə qalır olduğu kimi. 16-dan kök çıxır 2, amma B 4-cü dərəcə ilə getdiyi zaman modulda B yazılar. 2-ni modulda yazmağa ehtiyac yoxdur da. Bu da A olduğu kimi. Və üçüncüyə baxıram. Cüt dərəcələr gedir, B çıx A, modulda yazılar. Tək dərəcələr gedir, 32-dən də 2 çıxır. A da qalır olduğu kimi, modulda yazmırıq. Üçüncüsünə 2, 4-dən 2 çıxdı. B kvadratından da kök alanda modulda yazılar. İndi bizə deyib ki, A mənfidir, B müsbətdir. A-nı mənfi 2 kimi düşünün, B-ni müsbət 4 kimi tutaq ki də. Mənfi 2-də müsbət 4 çıxanda birincidə olacaq cavab mənfi. A-nız da mənfi ədəddir. Keçik üçüncüyə, modul olan yerlərin işarəsini təyin etməliyik. B müsbətdir. Üçüncüyə baxanda B-dən A-nı çıxanda 4-dən mənfi 2-ni çıxsaq müsbətdir. B özü də müsbətdir. Deməli, birincidə ifadə mənfidirsə əksinə çıxacaq. B çıx A. İkinci 2B, A-nın əksi mənfi A. Sadələşdirdiyimiz zaman 3B çıxılsın 2A alırıq. Üçüncüyə baxırıq. A olduğu kimi çıx B üstəgəl 2B olduğu kimi çıxacaq üstəgəl A. Olacaq 2A üstəgəl B. Üçüncüsündə müsbətdə olduğu kimi 2A zaten olduğu kimi yazılır. Bu da müsbətdə olduğu kimi. Nə baş verir? B, 2B, 3B, mənfi A-dan da mənfi A-nın da üstünə 2A gələndə müsbət A. Baxırıq 3B çıxılsın 2A. D variantı uyğundur 1-ə. 2A üstəgəl B. A variantı uyğundur 2-yə. 3B üstəgəl A. Y variantı da uyğundur 3-ə. Və 69-cu suala baxırıq. Eyni qayda ilə 1, 2, 3 yazaq uşaqlar. Cüt dərəcələr getdi, ifadə qalır modulda. 8-dən 3-cü dərəcədən kök çıxır 2. B də 3-cü dərəcədən köklə gedir. Elə olduğu kimi. Bunu modulda yazmırıq uşaqlar. Çünki tək dərəcədir. Çıx. Cüt dərəcələr gedəndə modulda. İkinciyə keçirəm. Tək dərəcələr getdi olduğu kimi. Çıx. 16-dan 4-cü dərəcədən kök 2 çıxır. B 4-cü dərəcədən köklə gedir. Qalır. Modulda B. Çıx. Tək dərəcələr gedir olduğu kimi. Üçüncüyə baxırıq. Cüt dərəcələr gedir. B çıx A. Çıx. 32-dən 2 çıxır. A üstü 5. Bunlar gedir. Qalır B. A elə. Çıxılsın 4. Kökün altından çıxır 2 kimi. B kvadrat köklə gedir. Modulda. Çünki cüt dərəcədir. İndi bizə deyir ki, A mənfi 1 ədəd. Tutaq ki, mənfi 2. B tutaq ki 2. Daha doğrusu B mənfidir. A müsbət. B mənfi 2. A müsbət 2. Birincidə A-dan B-ni çıx deyir. 2-dən mənfi 2-ni çıxsanız müsbət 1 ədəddir. Və A müsbətdir. Yazdım üstünə müsbət. İkinciyə baxırıq. B mənfi idi. Mənfi qoyduq. B mənfidir.
Bircə dəqiqə. Üçüncüdə B çıxılsın A-nı modulda yazmalıydım uşaqlar. Çünki 6-cı dərəcələr gedib. Bilmirəm, orada modul sözünü işlətdim yoxsa yox. Modulda yazılmalıdır. Deməli, indi bunları sadələşdiririk. Başlayıb. Müsbət dediyinə olduğu kimi çıxacaq. Müsbətdə olduğu kimi. Və sadələşdirəndə bunlar gedir, qalır mənfi 3B. Mənfi 3B variantı C-dədir. Deməli, 1-ə uyğundur C variantı. İkincisinə baxırıq. Burada A-lar gedir. Elə birbaşa yazıram. Mənfi B. Uşaqlar, bu da əksinə çıxdığı üçün bu mənfi ilə mənfi olur. Müsbət 2B. Mənfi B-nin üstünə 2B gəlir, amma olur B, D variantı. Sonuncusuna B-dən A-nı çıxanda B mənfi 2-dir. Mənfi 2-dən 2-ni çıxanda mənfi 4 qalar. Yəni, bu mənfi 1 ədəddir uşaqlar. Mənfi ədəd moduldan çıxanda əksinə çıxırdı. Burada da mənfi ədəd moduldan çıxanda əksinə çıxıb o mənfilər müsbət 2B-ni verəcək. Və mənfi B ilə müsbət 2B bizə verir müsbət B-ni. A-dan da 2A çıxanda mənfi A, yəni B çıx A, Y variantı. 1-ə C, 2-ə D, 3-ə Y. Və 70 sonuncusunu uyğunlaşdırırıq uşaqlar. A 0,3-dür. Yəni 0 ilə 1-in arasında bir ədəddir. 0,3. B-də yox, 2-də. A 55-dir. 3-də isə A 0-dır. Uşaqlar, əgər A 0 ilə 1-in arasında bir ədəd olarsa, bax, bu 0 ilə 1-in arasında bir ədəddir. Burada yazıram. Onun qüvvəti böyüdükcə cavabı kiçilər. Bunu yadınızda saxlayın. Yazın, bir yerə götürün. Məsələn, 0,3-ün üstü 1-ə baxaq. Bir də 0,3-ün kvadratı. 0,3-ün kvadratı 0,9-dur. İndi %9 böyükdür yoxsa 10,3? 10,3 %30 deməkdir. Da %30 yoxsa %9? Qüvvəti kiçik olan daha böyükdür. Gördünüz. Deməli, əgər ədəd 0 ilə 1-in arasındadırsa, qüvvəti kiçik olan daha böyük olacaq tərsinə. İndi qüvvəti kiçik olanlara baxaq. Biz bir-bir bunları yazırıq qarşısında. Buranı silirəm. A üstü 3-də 1 deməkdir. Bu isə A üstü 4-də 1 deməkdir. İndi arada da böyükdür qoyub. 3-də 1 böyükdür yoxsa 4-də 1 böyükdür? 3-də 1 daha böyükdür. Düzdür, müqayisə edəndə. Çünki sürətləri eyni olan kəsillərin məxrəci böyük olan daha kiçik olur. Yəni 3-də 1 ilə 4-də 1-i müqayisə etsəniz, 3-də 1 daha böyükdür və A üstü 3-də 1 də A üstü 4-də 1-dən böyükdür. Yəni o bərabərlik işarəsi dəyişilməyib, tərsinə çevrilməyib. Hansının qüvvəti böyüksə, cavab da böyükdür. Bu 1-dən böyük ədədlər üçün keçərlidir. Məsələn, 55-in 1 var üstü 1 yazın, bir də 55-in kvadratı yazın. 55-in kvadratı daha böyükdür. Yəni, onun qüvvəti böyüdükcə cavabı böyüyəcək. Burada da qüvvət 3-də 1 daha böyükdür. Cavab olaraq A üstü 3-də 1 böyükdürsə, A variantı 2-yə uyğundur. Və eyni zamanda C variantı da 2-yə uyğun olacaq. Baxın. A üstü 6-da 1. 6-da 1, 7-də 1-dən daha böyük bir ədəddir. 6-da 1, 7-də 1-dən daha böyük bir ədəddir. Çünki sürətləri eynidir, məxrəci kiçik olan böyükdür. Qüvvəti böyük olan cavabı da böyük olur. Qüvvəti böyük olan cavab böyükdürsə, sizin ədədiniz 1-dən böyük bir ədəddir. Məsələn, 55. Qüvvəti böyüdükcə cavabı da böyüyəcək. Amma qüvvət böyüdükcə cavab kiçilirsə, deməli, sizin ədədiniz 0-1 intervalındadır. Məsələn, B-yə baxın. Qüvvətləri müqayisə eləsəniz 4 daha böyükdür, amma A üstü 3, yəni A-nın kubunu daha böyük götürübsə, deməli sizin A-nız 0 ilə 1-in arasında bir ədəddir. B gedir 1-ə. Sonra A üstü mənfi 5-də 1-in mənası yoxdur deyir. Əgər qüvvət kəsir qüvvətdirsə, özdə o mənfidirsə, A 0-dan böyük olmalıdır uşaqlar Y variantında. Yəni, ancaq müsbət ədədlər üçün keçərlidir. Onda 3-ün mənası yoxdur da, Y variantı 3-ə gedəcək. Çünki 0-ın üstünə mənfi kəsir yazıla bilməz. Baxın, belə olur. 0-ın üstünə mənfi 5-də 1 yazmaq bu deməkdir. 1 bölünsün 0 üstü 5-də 1. 0-ın da qüvvətinə nə yazsan, cavab 0 eləyəcək. Bu müsbət ədəddən gedir. Elə bilin ki, məxrəcdə 0 yanar. Məxrəcdə 0 yanarsa, onun mənası yoxdur. Qaldı D variantı. A üstü 6-da 1 deyir 0-dan kiçikdir. Yəni, mənfidir. Bizim ədədlərimiz hamısı müsbət ədədlərdir. Uşaqlar, müsbət ədədlərin qüvvətinə siz nə yazırsınız yazın, cavab həmişə müsbət eləyəcək. Heç vaxt 0-dan kiçik edə bilməz. D-ni heç bir yerə yazmır. Deməli, kvadrat köklərin ikinci başlığında bitirdik. Növbəti izahımız
nə olacaq? Kəsrlərin ixtisarı olacaq. Əgər video sizin üçün faydalıdırsa, kanala abunə olmağı, rəy bildirməyi və videonu bəyənməyi unutmayın uşaqlar. Hələlik özünüzə yaxşı baxın.